Xoş gəldiniz. Xoş gördük. Biz sizi yaxşı tanıyırıq təbii ki, amma istərdik ki, MMA ilə maraqlanmayanlar da tanısın. Zəhmət olmasa biraz öz haqqında anlatın. Mən Babayev Akşin, peşəkar MMA döyüşçüyəm, peşəkar məşqçi, əməkdar məşqçi. Əli Quliyev. Hər kəs salamlayıram, çox sağ olun bizi dəvət elədiniz. Xoş. Xeyirli olsun sizin podkastınız. Təşəkkür ederim. Mən Əli Quliyev, dünya çempionu, dünya oyunlarının qalibi, peşəkar döyüşçüyəm. Rekordım 9-1-dir. Yəqin ki, bu qədər məlumat bəs edir, amma qorxmayın. Biz burada sadəcə söhbət edəcəyik. Peşəkar döyüş deyəndə və həvəskar döyüş deyəndə, yəni məsələn, döyüşlərimiz MMA döyüşündə var, amma həvəskara yönələnlər də var, peşəkar döyüşənlər də var. Peşəkar döyüşdə məsələ maddi rifahı qurtarmaqdır, yoxsa bu başqa bir həvəsdir? Birinci gələk, peşəkar maddi deyil, birinci başlayırsa hər kəs özünə uyğun məşq plan qurulur ki, mən nəyə görə vuruşacağam, nəyə görə istəyirəm. Mənim bu idman həyatım, hobbimdir, həm də bununla həm qazanacağam, həm də həyat tərzimdir. İdman mənim həyat tərzimdir. İlk başladığınız idman hansı idman olur? Elə MMA-dan başlayıram, elə ilk müəllimim elə Akşin Babayev olub. Əli Quliyevin təməlini siz qoymusunuz. Bəli, yəni Əli 2013-də mənim yanıma gəlib, 2013-də mənim yanımdadır, indicə də mənim yanımdadır. Bir peşəkar, indi bizdə Azərbaycanda mən açıq deyim, Azərbaycanda biraz başqa cürdür. Məsələn, peşəkar döyüşçünün bir müəllim olmalıdır, bir neçə müəllim olmalıdır. Yəni bəli, şəxsi məşqçi mən ola bilərəm onu. Məsələn, idmanla bəli, şəxsi məşqçi mən ola bilərəm. Bu insan qabağa getmək üçün bu xariclərə getməlidir, zborlara getməlidir və orada məşqçilərlə tanış olmalıdır. Mən məsələn çox adam yazır, məsələn deyir ki, məsələn Əlim filan kəs müəllimidir. Sən müəllimi deyirsən, səni atıb. Deyirəm qardaş, o məni heç vaxt atmayıb, atmaz da. Yəni o elə olandır. Çünki o gözü mənim yanımda açıb, o bir peşəkar döyüşçünün bir müəllimi yox, bir neçə müəllimi olmalıdır. Burada o deməkdir ki, MMA qarşı döyüşsən. Bəli, qarşı. Azərbaycanda mənəm o məsələn məşqçi, böyük qardaş kimi, mənim o balaca qardaşımdır. Amma o xaricə çıxıb o məsəl üçün meneceri var, orada məşqçiləri var. Bir məşqçi məsəl üçün falan məsələn məşqçisi var ki, onun indi həm orada hər cəhətdən köməklik eləyirlər. O biri güləş müəllimi var. Yəni bu peşəkar döyüşçüdür. Peşəkar döyüşçünün bir müəllim 3-4-5 məşqçi olmalıdır. Əgər qabağa getmək istəyirsənsə, bir müəllimin yox, bir neçə müəllimin olmalı. Şəxsi məşqçi kimi Azərbaycanda bəli, mənəm. Amma bu xaricə gedib, xaricdə bir tanış olub məşqçilərlə, belə deyək də çox adam məsəl üçün tanınıb, Əli özü danışsın məsəl üçün bu barədə. Əli indi hal-hazırda dünyanın demək olar ki, ən yaxşı 5 məşqçisi varsa, o Əli onun yanındadır. Həm menecer cəhətdən deyim, həm də şimdi dünyanın məsəl üçün ən güclü idmançıların biri Xamzat Əli özü danışsın bu barəsində, sonra keçərik məsələn. İstəyirəm vaxtda danışasan, amma sualın maraqlı nədir? Məsələn, səni digərlərindən fərqləndirən nədir ki, dünyanın ən yaxşılarına sən gedib çatmısan, yəni əlaqən yaranıbdır. Yəni bu sənin döyüş bacarığındır, yoxsa yaranan qıraqdakı əlaqələrdir? Yaxşı sualdır, çox gözəl sualdır. Çox insanlar qayıdır, deyir ki, Əlinin sponsoru var. Yaxşı müəllimə də deyirlər ki, Əlini və sən qabağınca verirsən, sponsorlarımız var, siz gedirsiniz, başqalar görə eləmir, Əli ona görə qabağa gedir. Amma elə deyil, qıraqdan görsünə bilər. Əli həmişə 13-də, 14 yaşa həm işləmişəm, məşq eləmişəm, əziyyət çəkmişəm. Bu birdən bir olmur ki, sponsorum olacaq. Gərək səni görsünlər, gərək vuruşasan, gərək özünü görsədəsən. Bu mən özüm gedə-gedə Sivəzdar, mən Instagramda gördülər, Akşin müəllimə yazdılar, filan menecer yazdı ki, bu sənə tələbəndir, talantdır, biz istəyirik bunu götürək. Belə əlaqələr yarandı. Mən də risk edib çıxıb getdim o vaxt Moskvaya. O vaxt Moskvada qaldım, Moskvada başladım işləməyə, məşqləri yanıma. Ondan sonra mənə təklif gəldi, menecerisindən təklif gəldi ki, döyüş var İsveçdə. Elə oldu ki, mən alınmadı vizam, gec aldım. Elə qismət oldu ki, elə gec aldım, menecerdi, ged ora All-Star komanda var. Xamzat Kimayev bildiğiniz üzere orada məşq eləyib, Gustafsson orada məşq eləyib. Bernardo var, Sopor, Bernardo, Filip var, hamısı UFC döyüşçülərdir, Josephine var, hamısı orada. Elə oldu qismət oldu ki, getdim İsveçə, Stockholm şəhərinə. Elə aeroportdan düşdüm, mobildə tək. Oturdum taksiyə, heç kim. Mən menecer gəl zala, oturdum taksiyə, düşdüm elə zalın içinə. Elə promoz zala. Elə orada başladım tanış olmağa, müəllimlər məni gördü. 3 ay məşq, sırf məşq edim, zalda qaldım. Balaca otaq verdilər mənə, zalın içində qaldım. Müəllimlərlə məşq elədim, belə elə yarandım. Orada gördüyün
məsələn, paralar deyək də, UFC döyüşçüləridir və s. həmin komandada. Məsələn, bu burada tam fərqliymiş dediyin nə oldu? Yəni Azərbaycandan tam fərqli proqram, sistem və yaxud da bu cür bir şey. Mən deyirəm, orada sən yarışın oldu-olmadı, səhər axşam məşqləsən. Həm disiplin olur, həm səhər axşam məşqləsən. Orada qurulub məşqlər. Səhər sən filan məşqli paranı, orada özə məşqlər istəmirəm bura məşqləri, bu tam fərqlidir, Urivin başqadır. Burada az da UFC döyüşçüləri demək olar ki, bir dənə, iki dənə var, Azərbaycanla belədir. Amma orada tam fərqlidir, bütün hamısı döyüşçü. Bunlar buna bir biznes kimi baxırlar, bir oyun kimi baxırlar, gəldi məşq edim, axşam eləməyin. Bunlar bir iş kimi baxırlar. Necə biz insanlar ofis işinə gedir 9-dan 6-ya, sırf gedməni, sən sonra işdən çıxacaq. Bunlar böyle iş kimi baxırlar, amma bizdə iş kimi deyil burada. Yəni gedmərəm bir gün yatım, amma orada 9-a, orada fərqlidir məşqlər, tam fərqli. 9-da məşqin başlayır, 9-da ona quruşadır. 1 saat quruşa vurursan, snayat. Ondan 12-yə qədər 2 saat başlayır sparinglər, güləşlər. Belə deyim, 9-dan 12-yə məşqləyir 3 saat. Sonra 4-dən 5-ə gün orta məşqi, atrobotka var. Fiziki, elə günlər var da, birinci gün, ikinci gün fizikidir, birinci gün atrobotkadır. Sonra 6-dan 7-yə lapadır. Günə 3-dən 4-dən məşq olur. Mən 3 ay orada belə yazdım, zalda qaldım, ancaq məşq gördüm. Bu indi bir yarış qabağı olan ərəfədir. Yoxsa siz il ərzində insan bədəni buna tabi gətirir? Mən belə deyim, mən məsəl üçün hər bir cürdür. Mən məsəl üçün yarışda 3 ay orada 2 ay qalan bu toplantı məşq edirəm. Müəllim ondan sonra bizi buraxır ki, uzağı 5 gün, 6 gün istirahət edir. 5-6 gün? 5-6 gün, ondan sonra təzədən başlayır. Bəs bədən vasitələri institutun o əlavə qidalardır və s. İdman qidaları polibom olmalıdır, vitaminsiz mütləqdir. Mən məsəl üçün həkimlə işləyirəm, həkimlə nə yazır, birinci analizlər veririk. Analizlərdə hansı məndə bədəndə nə çatışmır, məsələn, yod çatışmır, bədəndə maqnezium, məsələn, dəmir çatışmır, onlarla filan şeylər içmirəm. Tam başqa cür baxıram bu idmanlar, ucu işim var. Mən orada vitaminlərimi eləməsəm 3 ay mənim bütün sümüklərim 10 kilo salam, sümüklər hamısı, ucu o biri yarışa razılaşa bilməz. İdmançıların çoxusu çəki salma prosesindən Azərbaycanda. Mən bəzən şahid olmuşam. Sadəcə yeməyi kəsirlər, ac qalırlar və gedirlər parmaya. Yəni bu, mən fikirləşəm ki, vasitələr üçün çox çətin prosesdir, səhv yanaşmadır. Sənin çəkin məsələsini dəyişək nə qədər qalmışdan başlayırsan? Məndə məsəl üçün mən belə başlayıram. Hələ bir cürdür, məndə bir aydır. Bir ay diyetədə otururam və əslində hər idmançı hər dəfə yeməyinə baxmalıdır da, hər zaman meşq sezonda da idmanlar qidalara baxmalısan, hansı qramla. Mən məsəl üçün bir ay qalmış qramla, özü qramovka var, çəki. Onu qoyuram, məsələn, düyümdür, qreçka, bütün qoyuram qramlarla ölçürəm, bir ay qalmış bədən təmizlənirdə o piş. Ondan sonra axırıncı günü saxlayıram 4 kilo. Bir gün 4 kilo saxlayıram, orada parnoylar. Axırıncı gün sıxırsam ki, bütün hər şeyi bədəndən çıxardasın. Bir ay qalmışam əslində başlamaq. Yenə də deyim də, bu qısa sviyazdır da, yəni tanış olub sviyazlardır. Mən məsəl üçün Azərbaycanda o vaxtı bizi bizə heç kim başa şəxsən mən özüm 82-dən, 85-dən 60-a 8 alırdım. Necə? Çünki bizi heç kim başa salmırdı. Mən necə gəldə salırdım? Məsəl üçün, bir gün 4 kilo, 5 kilo çəki saldım, biz üstünə gedib, ağzıma gələni yeyirdim. Yenə niyə deyirəm? Amma sviyazdır. Gedir, məsələn, Moskvada getdim oldu. Bəli, o sviyazdır. Gedir, məsələn, kimsə tanış olur qırağa, onunla başa sal. Amma bizdə o vaxtda mən 82-dən, 85-dən mən 60-a çəki salmışam. 2016-da 2 sayda təşkilat var orada. 60-a düzdür, 4 dəqiqə döyüş keçmişəm, amma 4-ünü dasturasyon olmuşam. Amma o mənə biruzə verdi, sonradan biruzə verdi. Yəni olmaz əslində elə. Mən bir günə 5 kilo, cinirdim balankamı, özləri görürdü, mən burası tələbələr görürdü. Gedirdim, mən qaçırdım, gəlirdim. Sonra gəlib ikinci məşqinə başladım, amma bu can dözmür. Sonra bu zədə deməyim, bəzi prosesdə minusa verdi də, yəni aşağı verdi. Amma sən düzgün yeməyə fikir versin, vitaminlərə fikir versin, və sözü gedəcək. Amma mən məsələn bizi vaxt əvvəl başqa idi. Kimsə bilirdi, məsələn demirdi bir-birinə. Amma yenə əslində bizə nə eləmək istəyirəm? Yəni bax sviyazdır. Məsələn Əli gedib kiməsə Moskvada tanış olub, onu başa salıb elə qoyub. Əli gəlir məsələn Azərbaycana, Əli deyir məsələn falan kəsə deyir ki, sən düzgün salmırsan. Kəm məsələ başa salım, amma məsələn o deyir. Amma bizdə elə adamlar var, demir, başa düşürsən. Amma bu insan, məsələn, gedib, o vaxtı biz Akaya getdik, Amerika Zibala gelmişdik, Xəbib Gizanla. Orada tam məşq tam başqa cür idi. Gəlirdik, burada o proqramı verirdik, məsələn, verirdik, bilirdik də biz. Amma Əli, məsələn, gedib İsveçdə, məsələn, orada təlim
toplantısı keçir. Məsələn, gəlir burada o hamı başa salacaq, belə bir məşq olur, belə. Amma o proqramı mən açığı deyirəm də, mən məsələn Əlin yarışına axın səfər getdim, orada məşqləri gördüm. Orada çox peşman olmuşam, o məşqə girə bilmədim mən. Ki alınmadı, şansımız olmadı, vaxtımız olmadı. Orada məşq tam başqadır. Bax Taylandda tam başqadır. Amerikada tam başqadır. Bunların məsələn İsveçdə o zalı tam başqadır. Vallahi deyirəm o proqramı burada kiməsə versin, bir həftədən heç kim dözməyəcək. Adamı bəlkidən odur da qardaş. Bir gəlir məsələsin, uşaqdır bax gəlir məsələn məşqə, gəlir 2 gün məşq verirsən, bir də qoysa səhəri günü paraya gəlmir. Niyə gəlmirsən? Deyir bədənim ağrır. Yəni gör bunların məşqini orada indi burada versin niyə olar? Gəlməyəcəklər məşqə. Mən özüm oldum. Açıq deyirəm gəlməyəcəklər. Vallahi gəlməyəcək. Amma məsələn Əli məsələn getdi orada məsələn sport çəkdi, gəldi. Moskvada məşq etdi. Birinci döyüş etdi. Mən açığı deyəcəm də indi burada Əli adı nədir o rəqibin? Çox güclü uşaq idi. John Metler çox güclü uşaqdır. Mənim bir idmançılarımız var. İndi mənə deyirlər ki, sən niyə qoydun onunla vuruşacaq Əliyə? Mən deyim qardaş biz belə çıxmaz. Mən də özüm heç vaxt rəqib seçməmişəm. Mən bəli, yəni indi qurban olum Allaha da indi bu mən tələbəm də qarşı. Mən dedim müəllim, mənə mən vuruşmaq istəyirəmsə, mən güclülərlə vuruşmalıyam. Mənim məqsədim var. Məqsədimə getməliyəmsə, mən güclülərlə vuruşmalıyam. Dedim, yaxşı. Hazırlaşdıq, viza məsələsi verildi bizə. Düzdür, biraz orada özümüzün səhvi oldu, biraz dokumentlərimizi gec verdik, alınmadı qismət. Sonra ona bir döyüşçü tapdılar, o utdu, təzdən yenə maraq oldu, yəni Əliyə təzdən verdilər. Təzdən Əli yenə getdi ora, 2 ay, 3 ay orada, burada məşq elədi, getdi ora. Buranın məşqinə, oranın məşqi yerlə göy fərqi var, yenə deyirəm, həm parlarda, həm məşqlərdə. Mənim məşqimlə, məsələn, hansısa müəllimin məşqi burada başqa cürdür. Amma geçsən orada tam başqadır. Oriyun başqa. Bir zalda 15 nəfər, 12 nəfər o döyüşçüsü var. Çempion var. Sən o zalda nə gözləyirsən var? Quslusun da. Yəni Xamsat orada məsələn ayağın o təlimi orada qurub. Yəni hal-hazırda məsələn Xamzatın müəllimi məsələn Əli müəllimi də orada. Həmin o zalı. Qustav o müəllim məsələn Əli müəllim. Axırıncı indi şəkillərdə bilməm görürüz. Andres Mikhail. Yəni həmin müəllim. Çoxsu tanımır belə. O çox tanımışdı. Yəni axırıncı döyüşündə də çıxmışdı. Ondan qabaq da Əlinin döyüşündə çıxıb. O məsələn Xamzatın şəxsi məşqçisi olub. Əlindən götürüb Xamzatı zala aparan o olub. 8 il evində qalır. Yəni o böyük idi. Yəni gör necə fərq var. Burada məsələn o proqramı sən versin, gəlib bu müəllim burada versə, mən vallahi deyirəm 50 nəfərdən 10 nəfər dözər. O bizə kim dözəcək? O peşəkar döyüşçülər vuruşur. Bir də iki də yox, ya köhnə döyüşçülər deyirəm də. Onlar dözüb qalacaqlar. Burada çoxsu müəllim sizə mənim axşam sözü kəs. Burada çoxsu nəyə görə Instagram, TikTok bir dənə şəkil var. Mən bu zamanı tələb edir, çoxsu düzgün tələb edir. Məsələn, mənim TikTokum yoxdur. Xoşum gəlmir, məsələn, girmirəm. Məsələn, indi ola bilər insan özünə inkişaf eləmə. Burada sırf udum bir dənə TikToka var. Vallahi orada UFC döyüşçüsü var. Mən özüm Instagram işlədirəm, məndə var. Orada Instagram döyüşçüsü, UFC döyüşçüsü 2-3 dənə paylaşırlar. Yox. Bizə reklam lazımdır. Niyə? Reklam lazım. Amma bizdə var, bizə idmançılar biraz başqa tür yanaşır. Yaxşıları var, idmançımız var, peşəkar döyüşçüsü var. Instagramı 2-3 şəkil atır. Nə olar? O da lazımdır, lazımdır. Amma niyə müəllim orada biraz nəyə görə? Onların inkişaf biraz başqadır. Başqa cürdür. Meneceri var, UFC-də vuruşur, rahatdır. Amma biz onun üçün əziyyət çəkirik ki, biraz Instagram bizi göstərir. Amma düzgün eləmirlər bizdə. TikTok paylaşırlar. TikTokda elə videolar, bir dənə yarışıdan kimi vəsə oldular elə. Qardaş, ona görə deyirəm, məsəl üçün gedir məsələn bir dənə döyüş udur. Düzdür, o da idmançıdır, o da əziyyət çəkir. Amma bunları çəkdiyi əziyyət çəkmir, qalır hamısı qıraqda. Bunun məsəl üçün, bunun bir dəqiqə hazırda buna reklama ehtiyacı var. Bir dənə məsəl üçün Əli bu axırıncı döyüş udanda paylaşdılar, çox sağ olsun. Məsələn, siz də çox sağ olun, paylaşdınız. Məsəl üçün biz təmiz Azərbaycanın bir döyüşçümüz var, o UFC namizəd. Amma mənim elə içində dostlarım var ki, məsələn, blogerlərdə, onlar heç bir də paylaşmadı. Yəni bu bir tanıyırlar, bu uşağı tanıyırlar. Bir də nə olar, bir də stories paylaşır. Amma sağ olsun, Niko'dan, Bakuyev. Niko, çox sağ olsun, Allaha and olsun. Yəni qəpiksiz də haçan bir dənə deyirəm, deyir qaqa baş üstə. Amma bir səhifə var, deməyəcəm. Allahın da onlara yazdım, o səhifəsi də yaxşıdır. Belə deyə də bilərəm. Prosta qayıt məbilli şeydir. Biz idmançılar paylaşmıyoruz. Qardaşlar bir neçə idmançı paylaşmıyorsunuz.
Yenə hörmət eləyərəm də. Dedi ki, hə, onda problem yoxdur, şeylə danış. Falan kəslə danış da, o işə baxma. Ona danışmışam, deyirəm belə, deyirəm qardaş bizə ödəniş, deyirəm nə qədər belə də, yəni hörmət eləyərəm. Qad mənə deyir 600 manat. Deyirəm qardaş bu adam bir dəqiqə UFC namizəddir də. Yəni bu səfər də olmasa, gələn səfər inşallah bu düşməli deyir 600 manat. Deməli çox sağ ol, Allah səndən razı olsun. Amma bir də iki də idmançılar var, özünüz bilirsiniz də. Onu elə işıqlandırırlar ki. Hə. Amma yəni baxırsan 50-dir, yəni başqası olsun, var uşaqlar, yaxşı uşaqlar var. Onlar qara-qara. Amma qaldı ki, bunlara bir dəqiqə ehtiyacı çoxdur. Reklama, Allah'ın olsun. Mən kanal açmaqda motivasiya verən bir şeylərdən biri ki, mən girirdim sosial şəbəkələrə, yorumlara baxıram, o dediyimiz tərzdə idmançılara, bizdə olan da yol açıq olsun. Yorumlara baxırsan ki, onlara yazırlar ki, UFC-də bir gün çempion olasan. Nice. Sən bilirsən ki, olan səviyyəsi heç vaxt olmayacaq. Üzr sözü də kəsəm. Özü deyir ki, inşallah mən UFC-də olacağam. Ol, inşallah ol. Amma onun üçün heç eləməmisən axı sən. Mən buradan deyim ki, mən sabah UFC-yə çıxacağam. Mən sual alacağam. 90 nəfər tamaşaçı alacağam. O deyir axı qardaşım, mənim o vaxtım deyir axı. Məndən hamı çıxır, soruşur ki, inşallah sən başda çıxarsan, dedim yox qardaşım, məndə alınmaz. Fakt açığı deyirəm qardaşım, mən gizlətmirəm, məndə alınmaz. Mən o yaşım deyirəm. Mən o məsəl üçün 2016, 2017, 17-3-ə gedəndə adamım olsaydı deyərdim ki, hə, onda bir 50% deyərdim ki, hə, bəlkə alınar. Amma məndə indi alınmaz axı. Amma bunlarda indi babam məndə məsəl alınar inşallah Allahın izni ilə. Çünki yaş söhbəti var, rekord söhbəti var qardaş. Harda məşq eləyir o söhbəti var. Öz-özün saxlaya bilir bu insan. Məsələn, indi çox adam bilmir, bu gedir məsələn işləyir, məşq eləyir. Belədir qardaşım, bəzi başqası bax. Mən mütləq bir şey açmalıyam. Çünki yarışlara gedirdim məsəl üçün. Elə idmançılar məsələn sizi görürüm yarışlarda. Kimsə gəlib yaxınlaşmır şəkil çəkdirməyə, amma onlara elə başına. Demək Allahı tanımaq lazımdır. Ona görə. Məsələn, bizdə Azərbaycanda müəllim qeyd elədi ki, sponsor problemi var, belə var. Necə sponsor əvəzində bizdə yetəri qədər var, amma yönəldiblər şey rəqəmləri. Məsələn, baxırlar ki, izləmələr nə edirsə, rəqəmlərlə sponsor olurlar ki, öz brendlərini tanıtsınlar da. Mən də istəyirəm o sualı verim ki, məsələn, idmançı bir sponsora nə qatacaq ki, məsələn, o da cibindən nəsə xərcləsin. Sponsor fərqli olur. 2-3 dənə belə sponsor var da, necə deyim. Bir var sponsor sənin dostundur, sənə sponsor, sənə kömək edir, səndən nəsə gözləmir. Burası da özünə görə sponsor. Bir dənəsi də ikinci də var ki, imkanlı insandır. Sponsorluq eləyir, sənin vitaminlərindir, sənin sporlarındır, hər şeyi pul verir. İnsan xoşuna hobbi işləyir. Baxanda deyir ki, mənim döyüşçümdür, mən buna sponsor edirəm. Üçüncü də sponsor var ki, sən onun brendi reklam edirsən. Brendi reklam edirsən, mən hər yarışa çıxanda məsəl üçün çıxa biləm onların adından, ilə Zalın adından, ilə nəsə o brendin adından fərqli brendə, o reklam olur. İstər-istəməz, mən məsəl üçün İsveçdə vuruşurum, İsveçdə görün nə qədər insanlar, Instagram səhifəsi, Instagramdan əlavə Azərbaycanlılar hamısı paylaşır səni, o düşür konferensiyada, face-to-face-də o reklam olur. Onda brendi yüksəlir, istər-istəməz yüksəlir, oradan da. Bir dənə belə sponsor var ki, səninlə kontrakt bağlaya bilər, deyə bilər ki, filan, məsəl üçün yaxşı təşkilatda, PFL-dir, yaxşı pul verən, UFC-dir, orada yaxşı pul qazanır, filan 5% mənimdir. İndi mən sənə pul verirəm, mən sənə investisiya edirəm səni, 5% mənimdir. Vaxt gələr, məsələn, indi yox, vaxt gələr yaxşı məsələn qanalar alarsan, məsələn, onsuz da o UFC-də qanalar açıqlanır da, açıqlanır. Vaxt gələr, kontrakt bağlıdır, vaxt gələr, oradan mənə 5% verərsən. Əslində, ağıllı biznesmen onu özünə investisiya edir, məsələn. Reklamdır. Reklam edir, özünə investisiya edir, düzgündür. Var insanları, burada da var, eləyənlər var. Burası görmək lazımdır, demək lazımdır, danışmalı. Görmürlər, kimsə yaxınlaşmır, ili biz utanırıq nəsə deməyə, ili nəsə deyək. Amma risk eləmək lazım, demək lazım. Yox, mənə heç vaxt risk, həyatda arada risk eləməz. Ümumiyyətlə, bizdə də bilirsiniz biraz necədir, amma bizimkilər var, yaxşı, məsələn, element dostları da var, məsələn, var, Allahdan razı olsun, həmişə bizi zıbarara gəndə dəstək olurlar, kömək edirlər. Amma bizdə xoş deyirlər ki, qapı döyək. Gidir özünü. Bəli, istəyirlər ki, biz qapı döyək ki, mənə köməklik elə. Amma sən bu qırağını deyirsən, Allah mənim başıma o qədər gəlib ki, məsəl üçün, mənim özümə də, məsələn, mənim belə tələbəmə də, məsələn, deyib ki, bu uşaq gedib uçsun, biz o dəstək olaraq, yox sən. Vaxt gəlib zaman çatıb, mən demişəm ki, bəzə qaqa, vəziyyət pisdir, krizdir. Söz verənə çoxdur, nə deyirlər, söz verənə çoxdur, eləyən yoxdur. Valla, deyirlər, filan get, elə, məsələn, belə eləyəcəm. Heç mən heç şey demirəm. Başlayırlar, yox açıqdır, alınmır, biraz vəziyyət o deyil, elə deyil, o deyil. Amma ağıllı biznesmen olsa sən investisiya elə, səndən pul qazana bilər, öz brendini reklam eləyə bilər. Gör, nə qədər brendlər, mən çıxanda, vuruşanda,
Gör nə qədər tanınırlar, gör nə qədər paylaşırlar. Hansısa kanala mesela UFC pas verir, sonra gör nə qədər Abi sən səhvlər. Instagram səhifən gör nə qədər. Mənim məsəl üçün 1 milyondan çoxdur Instagram səhifəm. Hər ay baxış, followlar qalxır. İstər-istəməz insan var. Mənim özüm şəxsən, başqası bilmirəm. Məsəl üçün, yaxşı döyüşçülər nəsə reklam eləyəndə mən maraq gəlir, girirəm ora, baxıram olan brendinə. Nəsə lazım oldu, özümə də zakaz, köynək zakaz eləyə bilərəm. Ki, xoşum gəlir. İstər-istəməz maraq yaradır, adi idmançı kimi maraq yaradır. Ətirdir məsəl üçün, başqa bir şeydir. O maraqlı girim, baxıb, follow atıram. İstər-istəməz olur, belədir. Əslində bu təkcə Azərbaycanda, UFC-də də heç kim qanarlarla yaşamırlar. Biz baxırıq ki, dolar məsələsini iş reklam işi. Və bir dənə döyüşçü var, o da deyir ki, biz döyüşdən pul qazanırıq. Biz o menajerə pul veririk, o döyüşçü qanarları müəllimlərə veririk. Biz qazandığımız hamısı sponsordan qazanırıq. Anladın, sponsor. Belə bir sponsor, o sponsor biz nə tələb edirik? İdmançı nə lazımdır, qardaş? Vitaminizasiyasıdır, həkimin puludur. Qidasıdır, bir də sporudur. O qədər böyük summa deyil. Böyük summa deyil. Onlar üçün yəni belə bir simasın elə məsələn qardaşlar var ki, açıq deyirəm, gedib otururlar məsələsinin bir dənə oturub restoranda bir dəfə şotu verirlər. Mən gözümü bir dəfə oturub şotu verirlər. Yəni ki, bir dəfə oldu şotu. Amma sən bir dənə məsələn uşağa bir adam idmançıya köməklik eləsin. Sən gör nə qədər savab qazanırsan. Bir dəfə oturub yemədən nə olar ki? Doğrusu savaba bizdə fikir verən yoxdur. Biznes dünyası. Hamı biz O qədər pul deyil, vallahi o qədər. Mən dəqiq pulsum var, 4000 manat uzaq olar, 5000 manat. O qədər o böyük. Dollardan götür də 3000, 4000 dollar. Əgər geçsin 2 ay borc çəksinlər, 5000 dollar. O 5000 dollar sənin üçün nədir ki? Hə, qardaş açıq. Onlar o puldan qaçmırlar. Doğrusu məsələn sizin kimi onların nə qazanacağından danışan. Elə fikir, indi hamısı öz xeyri fikir. Mən də onlardan anlamıram. Heç kim borcu deyil mənə. Mən də demişəm ki, mənə heç kim borcu deyil ki, mənə gəlsin, pul versin, mənə dəstək olsun. Kimsə istəyərsə, məsələn mən reklamı eləyərəm, kömək eləyərəm, sağ olsun. Heç kim deyim ki, bu mənə filan kəs mənə borcu deyil, eləməlidir. Yox. Amma belə biz Azərbaycan bayrağını qaldırırıq. Gör nə qədər Azərbaycanı hər yerdə tanıyırlar. İnsanlar elə, mən məsəl üçün özümdən asılıdır ki, mənim özüm imkanım olar. Məsəl üçün, indi də öz menajerim var. Məsəl üçün, məndən xahiş edirlər, mən köməklik eləyəm. Bacardım, indi məndən bu əlimdən gəlir. Məsəl üçün, köynəyim olar, dostuma 5 şuana verərəm. İlli dartaram o, əlimdən gələn kömək eləyərəm. Məndə məsəl üçün, mənə həzz alıram onu. Məsəl üçün, o mənə dopaminimi qaldırır, insanlara kömək eləməkdir. O insanlar, amma bunların çoxsu nə bilim, belə fikirləşmir. Bax qardaş, kimin ağlına gələrdi ki, o UFC Azərbaycanda olsun? Heç kim. Mən məsələn indi alırım. Mən fikirləşirəm hamısı əlaqələrdir. Qardaş, gör necə bu 2028-ci kimi də country, yəni ki, kimin ağlına gələrdi? Mən heç vaxt mənim ağlıma gəlməz ki, açığı söyləyim. Mən ümumi idmanda 35-36 ildir, yəni 4-5 yaşımda mən idmandayım. Mən MMA idman növündə və pankratyon gedirdi, 20 ildir. 20 ildir mən bu idmanın içindəyəm, 2006-dan indiyə kimi. Mən heç vaxt ağlıma gəlməz ki, o UFC Azərbaycanda. O bizə nə deməkdir? Bu gəncləri bizə nə deməkdir? Allah'a and olsun, çox şanslıdır. Mən uşaqlara deyirəm, təkrar tələblərimə ümumi. Deyirəm, o şanssız, bu bizim ayağımızın altı buradadır. Ayağı özü gəlib. Özü gəlib, fakt özü gəlib. Bu səfər düşməsin, sən 2 il, bundan sonra 2 il var. Kanallardır da. Mən maraqlı ki, kanallara toxunmaq istəyirdim biraz. Sizdə gənc idmançımız var, Məhəmməd Əli Osmanlı. Düzdür, onun da rekordum yaxşıdır, superdir. Amma belə baxanda səndə də geri qalan bir tərəf yoxdur. Biz yaş söhbətini desək, sən də gəncsən. Amma məsələn, o Tuftat da 34-cü sezonda, iyun ayında başlayacaq da. O kontraktı necə əldə edə bildi ki, yəni hansı əlaqələr? Yox, bir dənə mən yaxşı sual verdim mən qardaşım. O da yaxşı idmançıdır, pis şey eləmir. Həqiqətən cavandır, 21-22 yaşı var. Bax qardaşım, bizdə məsələ nədir? Bax, mən vallahi deyirəm, Allah şahiddir, mən pis mənada demirəm. Bax, mən özümdən söz edirəm. Mən məsələn, bir ara baş istədim, menajerlik istədim eləyəm. Kanallarım düşdüm, istədim menajerlik eləyəm, bir evə ya da. Məsələn, aparıram adam döyüşçüsü, döyüş kanalım, gedir mənim orada torbamı tikir, mənə yoldan çıxartmaq istəyir. Açığı söyləyirəm. Mən soruşmuşam da, indi çox adam bilmir. Soruş, bir də əli özü danışsın. Osman Məhəmməd Əli, mən köməklik eləmişəm ona, tafa vuruşmağa. Mənlə əlaqə saxlayınca mənim menajerlər kömək eləyir. Mən ona gedirəm, mən bacardım qədər insanlara, kimsə məndən xahiş eləyir. Mənim menajerim Macididir, Xamza Kimayev Macididir. Menajerim, mən də Xamza Qurşacaq bir yerdə. Odur, bir də Əlidir, Kanadada qalan. Dostumuz, qardaşımız. Dostumuz, sağ olsun, nə qədər. O da salamlayırım. Buradan Əliyin, Əsgərov, Kanadada, Azərbaycan. Osman Məhəmməd mənə yığdı ki, bəs mənim Rubi ilə alınmır, bəs mənə kömək eləyə bilərsən.
bir problem yoxdur, danışaram. Bizdə biraz vaxtlar ayrı oldu. Mən bir 3 dəfə 4 dəfə yerdə alınmadı. Deyirəm abi, biraz səbirli ol, kömək eləyəcəm, narahat olma. Kanada ilə bizə fərqlidir. Mən də o vaxt İsveçdəydim. Qoşdum, danışdı, elədi kontrakt. Pul onunla bağladı. Sən mənə sual edin, sən niyə tafta düşmə? Mən onu çəkdim məsəl üçün o menecerlə. Menecer onu elə oldu ki, o da Amerikaya getdi. Menecer onu saldı tafa. Mən də həm 61 50 menecerə salıb, yəni həmin o. Sırf mənim menecerim. Mən bir ay düzəltdi, bir ayda saldı. Yəni sən başdan Sırf mənimlə Özü də yaxşı idmançıdır, yəni baxırlar, eləyirlər. öz əziyyəti də var, özü də vuruşur, onun ki bir pişib. Məndən Allah Taala məsələn Allah Taala kömək edir, məndən də Allah Taala bizə vasitə edir. Məndə dedim mən problem yoxdur. Hər bir öz yolu var. Onun yolu burdadırsa mən kömək eləyə bilərəm, mən vasitə ola bilərəm. Mənim məqsədim məsələn sən tafta niyə vurursan? Mənim məqsədim başqadır. Mənim məqsədim promo UFC düşmək, ya Danavatda düşmək, ya UFC-də promo burada düşmək. Həm də 61 də o da tafta. 66 olsaydı mənim 66 yox idi. Orada 61. Elə oldu ki, saldım. Amma məsəl üçün meneceri zəif idi, Rubi idi. Sala bilmirdi. O mənə deyir ki, gözləyirəm, mənə UFC elə, mənim gözləyirəm. 21 yaşı var, zamanla 12-1-dir, maşallah yaxşı vuruşur. Düşər inşallah. Nəyə görə? İnşallah ki, düşər, ulduz da ola bilər. Nəyə görə kömək eləyəm? Kömək elədi. O geçsinlər də var. Bazardığım qədər insanlar mənə deyəcək, mən bazarına kömək edəcəm. Amma hamıya yox. Bəziləri onu dəyəndirir. Bəziləri ki, düzəldəndən sonra da deyirlər ki, bizə özümüz danışdırır. O özü danışır da. Allah'a and olsun. Ona görə adam məsələn çıxırlar, deyirlər, danışırlar, deyirlər ki, bizlərdə məsələn zallarda bəzi başqa cür ora gedirsən, bura gedirsən, başqa cürdür də. Amma belə şeylər görürsən də irgənirsən də. Mən görə adımı çəkəndə məsələn görməyə nə olacaq ki, mənə heç nə olmayacaq. Bir də deyəndə məsələn filan meneceri akşin mənə məsələn sağ olsun. Bax Allah'ın olsun, mən oradan var ha, mənə heç nə lazım deyil ha, heç nə götürməmişəm də. Bizi vaxtı, abi açığı səhədim, bizi vaxtı başqa cür, biz kontrakt görmürdük. Biz kontrakt görmürdük qardaş. Heç, birbaşa gedib döyüşürdük. Gör bilmirdik kontrakt nədir qardaş. Mən bizə harada ayrıldım kitala vuruşanda, birdən ayrıldım, oradan mənə ki, nə ala kanar alarsan. Mənə qətim menecerlə verirdi. Mən o görə çıxdım, mən kitada 4 dəfə döyüş keçdim, kəməri vermədilər, həm də pılımı akasa menecer kəsirdi orada. Mənə qətib əllə verdi. Mən ondan sonra oradan çıxdım, orada mənə bir şeylə müəllim var idi, orada çeçen bir müəllim var idi, o mənə dedi ki, sən buradan sən Axmatı danışım. Çünki mənim rekordum yaxşı idi, 17-3-ə gedirdi. Birinci Axmatda kontrakt mən bağlamışam. Zabitlə döyüş olacaq. Hə, o köhnə ACB idi. Hə, bax qardaş, mən birinci kontraktı Azərbaycanda Axmatda mən bağlamışam. Mən prosta elə vaxt verəcək ki, üzr istəyirəm, mən bu ailə qan vaxtlarım idi, mən prosta dedim vuruşmayacam, bunlar anlaşmaz oldu orada, bunlar düz başa düşməmişdilər. Mənim yerimə, mən elə bir sual dedilər ki, bilməm, mənim xeyir işim yadımda, mən də alınmır da gəlmə, mənim yerimə mehman getdi. Tofiq ilə mehman kontrakt bağladılar. Birinci amma mən bağlamışdım. Mənim yerimə mehman getdi, o Dağıstanı ilə, Kasımla vuruşdu. 61 vuruşurdu mənim şeydə onda. 61 kontrakt bağlamışdım. Mehman getdi, mehman da yaxşı döyüş göstərdi. Yəni, o da bizim fəxrimizdir, qardaşımızdır. Azərbaycanda bir 10 dəyə idmançısı varsa, deyəm, onun birincini xoşladığım, çox sevdiyim, qabiliyyətli olan elə mehman olanın içində biri mehmandır. Çox, yox, idmançı demirəm, qabiliyyətli insan kimi deyirəm. Qəş idmançı ola bilər, hər öz vaxtı var. Amma insanlığın əbədidir. İdman küçüyü var. O getdi ora, sonra təzdən mənə döyüş verdilər, şeylə verdilər. Adını yadından çıxdı, Qazaxla verdilər. Mən o vaxtlar kontrakt bağlayanda mən öz başına özüm məşq edirdim, məşq keçirdim. Getdim Qazaxstanda Axmata vuruşanda, orada biraz baxmaq, xeyir işindən çıxmaq, eləməz, biraz problem, hər halda problem bu. Düzdür, birinci randa mən o üstələmişdim, bu əslində saxlamalıydılar, saxlamadılar, evi yox, qismətdir, yenə şey. Köhnə qaydalar deyirsin fərqində, dünə yenədən baxdınız döyüşlərimizə. Ən diqqətimi çəkən sizdə əllərdə var düzdür, amma o tutturma, təqdan... O vaxt, bəzi təqdan çox idi. Saxlamaq elə bir icazə vermirdilər. Təqdan da bəzi çox üstünlük verirdim. İndi prosta çox adam mənə deyirdi ki, bəs axırıncı bilən bu Fransızla vuruşanda gördünüz yoxsa yox, məsələn, qəşəng hazırlaşmışdım, dostumu da salamlayıram, Fəridlə sağ olsun mənə köməlik eləmişdi, bu necə vuruşmaq lazımdır, planımız elə gedirdi. Qurban olum Allaha çoxsa deyir, qocalmışsan sümüklərin bəs belə, hər şey olur da, öz vesimdə vuruşmuram, açığı deyim. Deyir, məsələn, gedirəm 3 gün, 4 gün qalmış, deyir, rəqib sala bilmir, gəl 73-də vuruş,
Məsəl üçün 75-də vuruş, ondan qabaq var yoxsa Abu Dhabidə vuruşdum, məsəl üçün 72-də də razı olmuşdum. Səhnəyə çıxanda görürsünüz, onunla boyda, məsələn, mənlə boyda çəki söhbəti çox olur. Mən ola bilər orada, mən Brasok atanda mənim ayağım sınıb, mənim ayağım sınmışdı. Mən bir aylar orada Fransada qaldım, orada müalicə elədim. Hiss eləməmişdim. Mən o yerdə davivan eləyəndə, orada 30 saniyə, 40 saniyə bəlkə şey olsaydı, planım prosta ikinci rantı boğmaq idi o arxadan. Yorub onu bezdirmək. Prosta bir baxdım, əlim dizim sınıb. Baxdım, görüm ki, dizim böyrünə sümük gedən, nazik sümük gedən girmişdi, içəri sınmışdı. Yenə qurban olum Allaha, Allah qismət belə imiş. Ona görə yaxşı olar. Ona görə bu Azərbaycanda biraz bu menecerlər var, menecerlərimiz yaxşı 2-3 menecerlərimiz var. Onlar da biraz talçaq versə də işləsələr yaxşı olar. Prosta kimisə aparıb tanış etsən, məsələn, falan kəsinə, amma məsəl üçün əlindən gələn köməklik eləyir. Gəl orada məsəl üçün belə də, açığı sədiyim, əli deyərdi də, məsələn 5% götürəcəm. Çox faiz. Bax qardaş, açığı deyirəm. İndi Əli mənə məsəl falan yerə düzəlir, mənə deyir ki, 5% götürsün. Mən gəlib çıxıram o UFC-yə məsəl üçün. İndi sözümüzdə kəsərlər deyər ki, akşında gəlib çıxır o UFC-yə. O UFC-dən mən gələm $100.000 alacaqsam, onlara da qazanar. 5% 5 şey. Yəni sən başa düşdün nə demək istəyirəm? Bu onun niyyətində deyil. Valla mən də köməklik eləmişəm. Mənə deyir falan kəsən köməklik eləmişəm. Görmüşəm mənə şeydən xəttdən çıxardıblar. Mənim məsəl dostumdur, zəng eləyib mənə deyir, menecerə deməyim də ona dostum deyir, amma narahat olma. Mən oradan heç sən güdmürəm. Mənim azdan çoxdan qazandım, bəs şükür Onlar olun. fikirləşirəm ki, hələ özlərim, hələ öz xeyrin gücsə, orada həmin insanlar gedəndə ərnağını çəkərlər. Çünki bu həyatın Qanunu elə olmalı aslında. Məsəl üçün, qabaq belə idi, müəllimlər kontrakt bağlamırdı. İndi o qədər belə şeylər olur, hamı kontraktlaşır. Əslində gələcəkdə belə eləməlisən, belə fikirləşməlisən ki, belə eləyirsə, bir nəfər sən belə eləyir, ikinci nəfər, istər-istər sən də belə eləyirsən ki, kontrakt al. Amma yenə də biz əlimizi üzmürük, yenə də kömək eləyir. Köməklik olur, değil mi? Mən elə özüm istədiyim yerə çatmamışam, mən gedirəm məqsədlərimə. Mən lap məqsədə çatandan sonra, indi Xamza kim abi görsən, öz ətrafını necə yığıb. Məsəl üçün, Xabib necə yığıb ətrafını. Mən öz məqsədim elə ki, mən öz dostlarımı yığdım, mən o qədər yaxşı pullar qazandım, dostlarım hamısı məqsəd. Biz bu idmanın içindəyik, biz bu qazana bilərik, bu yerə çata bilərik, eləyə bilərik. Prosta biraz lazım əziyyət çəkəsən, şükür Allah, menecerim var, güclü komandam var, All-Star Team, buradan sağ olsunlar, mənə o qədər dəstək var. Hamısı komanda var, hamısı birlik başa düşdüm. Ucu məqsəd var, məndən nə qalır? Məşq eləmək, biraz dəstək olsunlar mənə, hepsi o. O qalanı da özüm mən çıxıb vuruşadam, bizim hobimi çıxıram, mən hər zaman döyüşdüm. Sadəcə maraqlısı nədir? Məsələn, sən artıq 9 birlik kariyerin var və son döyüşlərin hamısı çox yüksək liqalardır. Hansı liqalar ki? Xamza Çimay belə o liqalardan birbaşa. Sən Federdir, orada Xamza. Hamısı vuruşur, Bernardo, Filip, bütün UFC döyüşlər, Gustafsson, indi Azərbaycanda vuruşacaq Gustafsson. O Daniel Kartda vuruşmalı. O da orada vuruşur, İsveçli də özdə. Yəni məsələ oldu ki, onun cəmi 6 döyüşü var idi və artıq birbaşa UFC-yə getdi də Xamza Çimay. O da eyni, menecer oldu da. Yəni orada ən vacibi əziyyətdən daha çox ağlı kontaktlarda belə var. Ən əlaqədir. Menecer güclü olmalıdır. Burada sən güclü döyüşdə, nə qədər güclü döyüşdə var? Dağıstandan tutmuş, Çeçendən tutmuş, güclü döyüşdə var, EC-də vuruşurlar, nə qədər çoxdur, rekordları da çoxdur. Amma ən əsas əlaqə menecerin sən Danamayla, Şanşelbiylə düzgün döyüş olmalı. Sən döyüşdə. İndi şükür bizim döyüşlər nə qədərdir? Mark var, təzəlikcə Danamay tutdu, təzəlikcə də vuruşdu, UFC-də şey oldu. Onlar vuruşduqca, indi Tofiq Musayev də mənim menecerimlə istəyir, işləyir həmin. O da sağ olsun Akşin Baba belə danışmışdı o menecerlə. Həmin menecer mən tanışmışam. İndi də Tofiq Musayev eyni komandayıq, eyni döyüş. Güclü menecer. Tofiq udur, məsəl üçün, mən plusdur, bizim Azərbaycanda eyni menecer kompaniya yaxşıdır bizim üçün, eynidir. Mən də baxıram, məsələn, hamı həvəsləri döyüşür, istər-istər. Məsəl üçün, mən kimsə döyüşünə baxıram, həvəs gəlir, daha da bəş gəlir. Mənim döyüşümə baxılan daha da həvəs. Belə eyni komanda. Əvvəlki döyüşlərində də hücum taktikasında bir nömrə döyüşmüsən, fikir vermişəm. Bir də çıxışlar və əl zərbələrinə diqqət versən də. Son döyüşlərdə fikir verirəm ki, zərbələrin sərtliyi mi deyim, ya da dəqiqliyi mi dəyişib ki, rəqiblər sönürlər. Mən o zala gedəndən sonra bizim müəllimimiz 2007-2008 boksun olimpiyada üzrə onların baş məşqçisidir. Olimpiyada boksun baş məşqçisi oldu İsveçdə. O sırf boksor, müəllimdir Andres Mikhail. Həm də necə deyəm, qlavna trenerdə All-Starın müəllim. O sırf bizə, demirəm, saat 9-10-a ancaq biz vuruş eşləyib. Mən o qədər hər gün 1 saat vuruş eşləyirəm.
əllər istər-istər bərkiyir. İndi son döyüşümdə biraz texnikaya, biraz baxa bilmədim, özümdə təkrar baxıram. Biraz texnikam, əllər güclüdür, vurdum, bərkiyir. Prosta texnika nəyə görə? Rəqibdən asılı vuruşdu. Rəqib mənə biraz üstümə gəldi, mən də başladı biraz rubqaya deyiləm. Razimiyyət olduğum eyni girdi rubqaya. Amma burada ehtiyat biraz eləməliydim. Mənə biraz düzdür, 66 hissəb dəysə də dayanıram. Amma dəyib aşa bilərəm bu höşlüyü. Onca müəllim də orada mən yarışdan sonra mənə başladı danışmaq ki, bəs hansı səhvlər var. Deyir, girişəndə gələn girib çıxasan, qalmayasan, güləşməlisən. Mən orada hiss edirdim ki, mən o aşırda bilərəm. Akşin müəllimdir, Andres orada qışqırırlar ki, bəs əli güləş, orada var, təqdan. Mən də görürəm ki, deyil. Ona görə çox adam bilmirdi. Həmin o rəqib var ha. O rəqib zaminə girdi də. O rəqibə baxmırsınız kim o, kimdir? O axırıncı və döyüşün Aris var, Fransanın təşkilatı. Kəmərə uçub. 3 son qırıblar Çeçenlə də. Allah and olsun, bir də o döyüşə qırıblar bir-birinə. Həmin o Brazis var ha. Ona 9'un 2'ye gedir. O rəqib Çeçenlə Kəmərə Arislə, Aris güclü təşkilatıdır. Avropada birilən təşkilatlardan biridir. Həmin o rəqib 3 saat ötəsindən qırıblar bir-birlərini. Vuruşublar, uduzu, amma o vurub, qalxıb, dəyib ona. Nəqal düşmür. Heç o belə. Əlin topolojisine girirsiniz, orada bir neçə döyüşüş atment olunub. Qəncir. Niyə vakansiya niyə görə atmır? Bax getdik məsələn yanvarın 31-i vuruşmalı idi. Bundan əvvəl mən vuruşmadım. Mən tez-tez vuruşmadım. Qabaq vuruşmadım. Meyci yox idi. Yəni tez-tez vuruşmadım. Bizi Azərbaycanda da qabaqları, əl-ələ gəlib zallar. Deyirlər uşaqlar niyə vuruşmursuz? Qabaqları bizi vaxtı Respublika çempionatı, Bakı çempionatı, Respublika kubok idi. 3 dəfə yarışımız vardı. Amma indi maşallah nə təşkilat var. Ayda 2 dəfə vuruşa bilirsən. Vuruşmur, başa düşürəm. Bəzi maddi, hər yerdə maddidir. Valla pul verirlər. Dünya cəmiyyətə getsən, znos verirsən də 100 euro, 150 euro znos verirsən. Məsələn, bir neçə döyüşdür də, yəni əlin topolojiyasına baxarsınız, orada döyüşlərə atment olunub, kondisiya olub, hamısı da. Məsələn, yanvarın 31-i vuruşacaqdı Abu Dhabi'də. Variyasında getdi, Vesi saldı elədi, Vesi günü dedilər ki, şeydir. Bir gün qalmışdılar ki, Akbar Hüseynov, indi axırıncı öz təşkilatına vuruşdular. Yaxşı uşaq idi, prosta yəni əli atmaz. Onlar mən demişəm, onlar mənə də zədəm çıxa, əlim qırılar. Yəni elə zədə olmur da, qardaş, bu gəldi, bu Allah'ın dostu, deyirəm, bu deyəsən Vesi salmır, gedib yiyir, gedib içir, bu yetim Vesi salır. Profesionalizm deyil, əgər bilirsənsə, dinlən, biz yazdıqda Vesi salmasın, qardaş, görürəm, bu Vesi'nin bilirsən axsıvatını. O bu gedir onu yiyir, bunu yiyir. Taylandda toplantı məşqim elədim. Taylanddan gəldim ora, neçə saat uçdum ora. 50 minutdan gəldi ora. Gəldim ora. Yəni Vesi saldı. Dedilər ki, çəkdirəm qaş bu Vesi'nin oxşamır da bizə. Nəsə bir də mənə yazdılar ki, bəs şey belədir. Mən də gəlib oturmuşam. Yazdıq balaca yemək yeyir. Mən bilirəm axı. Sən nə qədər yemək? Bilmirəm manecə deyim ki, bu şeydən şübhə baxma da cavandı, onda vuruşmaq istəyir də, qarşı məqsədi var. Ki dedim Əli, gəl normal yemək yeyir, sənin döyüşün atım. O müəllim necə döyüşüm atım öyle? Belə riski dedim, atmenti oldu, qeyd amma müəllim burada o şəllənir daxil. Dedim, sən sakit ol. Qurban olum Allah'a da indi neynək də, indi o belə imiş də, indi gəl bizə 2 gün qabaq deyərdi o çünki o Problem deyil, hər adam atment olunur. Bir dənə Yanis var, dün UFC-də vuruşur, onunla vuruşmalıydı Brevdə. O da düşdü balnitsaya. Çəki günü düşdü, düşdü. UFC-də vuruşdu. Bir evdə elə bir döyüşdə onda atment olunur, yazdı. Düşdü UFC-yə, indi PFL-də vuruşur. Olur, problem deyil, mən də ala bilərəm. Belə başa düşdüm ki, sən sırf məqsədin UFC-dir deyə, məsələn, digər idmanlara baxmırsan, TUF-dir, PFL-dir və s. Ancaq yəni mən belə keçən əvvəl podkastda hansısa podkastda yazmışam, mən deyirmişdim. İsveçdə mən soruşanda bəs məqsədim, mən o vaxtdan elə müəllimə deyirdim, elə Taylandda müəlliməm UFC-yə düşəcəm. O vaxt yeməyə bilən məqsədim nəyə görə UFC-dir? Hamı bir arzusu var ki, bizim olimpiyadada orada da. Mən məsələn çox pul qazana bilərəm, gedə bilərəm PFL-ə, rekordum hazırlət edirlər, PFL-ə gedərəm, başqa orqanizasiya Octagon var. Bəlkə orada bir dənə döyüş, indi UFC alınmasa bir dənə döyüşəm. Amma mən sırf indi o pulu fikirləşirəm. Məsələn, FCR-da o qədər belə olsa pul vermirlər. Mən nəyə görə orada vuruşuram? Həm UFC Fight Pass-dır, həm mən yaxşı orada tanınırsan. İsveçdə uşaqlar məni tanıyırlar. Mənim də sözüm var, Azərbaycan Power. Gələn uşaqlar hamısı gəlir, Azərbaycan Power. Azərbaycan belə tanıtdırdım orada.
Orada birinci döyüşündə Əli orada vuruşanda, Əli hamı orada şey elirdi. Amma mesela mən gedə bilməmişdim də. Mən birinci döyüşündə mən gedə bilmədim. Bəzi səbəblərə görə gedə bilmədim. Amma ikinci döyüşdə mən getmişdim. Orada biz çıxanda gördüm ki, yox. Yəni Əli orada zilzadır, açığı deyim. Orada 2 nəfər varsa, bir də Əlinin o dostudur. Maçada odur, bir də Əlidir. Konkret yəni zilzadırlar. Yəni o ölkədə çıxırlar, mən qırağa şəkil çəkdirməliyəm. Mən qanıcıyım Sən həvəsə, insanlar utanmır, burada deyirlər ki, falan. Biz məsəl üçün gedirik, oturuq yarışdan sonra pizzada, türklər. Məsələn, eftirada vursa türk. Adamın bir təhcə ki, İsveç kimi o, Stockholm'da gəlib burada da tanıyırlar sən. Burada biraz adama pis gəlir kimsə, özünə ayda mən bəlkə nəsə fikirləşərlər. Psixoloji bizdə açıq. Başqa cür. Bizdə başqa insanlar psixoloji var. Bir onu soruşacaqdım. Biz hamımız ən azından biraz, mən kanal vasitəsilə sizə döyüşlərinizlə publikadasınız da. Eyni kütlər məsəl üçün, xaricdə eyni kütlə yoxdur. Yəni, məsələn, mən buradan baxıram, məsəl üçün, sizi paylaşıram və s. başqa şeylər paylaşıram. Gələn yorumların bəziləri mənim çox keyfim pozulurlar ki, niyə belə olurlar görəsən. Maraqlıdır ki, xarici kütlədə yəni, o qismi heç yoxdur. Yəni, belə deyək də, məsələn, sənin axırıncı döyüşündə paylaşmışam. Sən indi məsəl üçün müəllim deyir, sən deyirsən ki, rəqib əslində filan nailiyyətlər və s. Düz mən şəhərdə... Ona deyirlər ki, rəqib zəifdir. Ancaq torbalarla döyüşür. Əlin bəxti gətirdi. Xəbət elə deyirlər, bəs sən müşoqlarla vurursun. Müşoqlarla. Elə qoydu deyir, indi Usmanov həmişə oldu deyir. İndi bəs nədir, baxın gör kimlərlə vuruşur. Bax, mən sizə açıq deyim, Azərbaycanda, indi mən köynələrə qoyuram qırağı. Araşdırma havayla qardaşım, mən ağzıma gələn yaza bilmədəm ki, girsinlər topologiya ya nə bilim hansısa bir sayta yazsınlar orada gör kimlərlə döyüşür. İnşallah var. Hər şey göz qabağında. Bir evdə də normal uşaqlarla vuruşub, bir dəfə uduzub, o da necə deyim, öz səhvimizi deyim, bəzi səbəblər var ona görə. Amma çəki 60+ aldılar. Biraz problem, biz nəzərdə insanın beyni biraz başqa təmiz olsun da. Onda biraz sponsor məsələmiz var idi. Əli biraz sponsordan uzaqlaşdırdılar, daha doğrusu deyim sənə. Məsələn, azdan çoxdan köməklik eləyirdilər. Hansı dostlarımız sağ olsun, özlərini açıq deyirəm, uzaqlaşdırdılar, özlərini saldırırlar ora. Özləri də, sponsor özü də bilir, özü də mənə deyib sonradan. Məsələn, Əliyə sağ olsun köməklik eləmişdi, bir dəfə Amerikaya göndərmişdilər Zubara. Yəni, Əliyə sağ olsun köməklik, amma sonra torbamızı tikdilər. Bizi çıxartdılar, özlərini saldılar. Niyə? Əli də bizə baxmadan hardansa köməklik gəlir, birdən-birə gəlməndə adam düşür şeyə. Çətinlik beynində ancaq odur. Başa düşürsən. Mən məsələn o vaxtı vuruşanda 17-3-ə gedəndə 2010, məndə vəziyyət elə oldu da qardaş. Bunda da eyni qalır. Demirəm, o zəif şu bir dəqiqə bir evdən istə kəmər qoruyub. Mən indi hal-hazırda mənə versələ 66. Keçən dəfə şeydə Əlinin döyüşü atment oldu. Yanvarın 31-i. Abu Dhabi'də. O da 14 fevralda kəmərini qoruyurdu. Birbaşa menizə zəng ki, mən döyüşüm atmentib 66 kilometr salmışam. Yazını vuruşuram ona. Vuruşuram, o dedi ki, yox. Bilsən necə qardaşım, bizdən pik söhbəti var da, bu bir dəqiqə özün də yaxşı hiss edir, bir dəqiqə pik vaxtıdır. Onun bir dəqiqə yaxşı vaxtıdır da, özünüz bir deyirsiniz ki, sənin udarların, müəllim söhbəti var da qardaş. Mən burada öyrətmişəm, mən o müəllim kimi olan mənəm qardaş. Onun üçün ki, o qədər döyüşmə açıq edirəm da qardaş burada. Mən yetişdirmişəm dünya çempionları, Avropa çempionları, dünya oyununun qalibi, Azərbaycan 2 nəfərdir dünya oyunun. Mən dünya oyunun qalibi olmamışam. Amma Azərbaycan 2 nəfər. Böyük bir yarışdır qardaş. Finalda Avropa çempionu 2002. Fight'ın çempionudur. Aydasın çempionu 16. Allah'a and olsun. Azərbaycanda 2 nəfərdir dünya çempionu. Bir Vüqar Kərimovdur, dünya oyunun qalibi. Bir də Əli Quliyevdir. O gec keçirilir. 10 ildən bir də. 10 ildən bir keçir. 2013-də Vüqar odur, 2023-də də Əli Utdur. Yəni o finalda da Fight'ın çempionu olmuşdu Qazaxı. Güclü uşaq idi. Ondan sonra idman uzaqlaşdı. Ondan sonra biraz Əli uzaqlaşdı. Biraz aysa olmadı. Qaldım belə. Gəldi biraz uzaqlaşdı. Birdən çox uzaqlaşdı. Əli getdi məsələn. Getdim ondan sağ olsun mən burada adını da çəkərəm. Yahya. Allah razı olsun. Dostlarım da sağ olsun elə. Yığdılar ki, mən bəs Əli gəl işdə sənə dəstək olacaq. Elə sağ olsun. Mən açıq edirəm. Hamı mənə yazırdı. Nə oldu? Bir də tələbə yetişdirdin, qaçdı getdi. Heç nə yazmırdım da. Dedim, neynə? Həmin o uşaqlar, məsələn, Əli udanda paylaşırlar fəxrimiz.
Həmin vaxtı əli pis vəziyyətdə idi. Heç vaxtdan oldu. Kimlər yaxınlar oldu, müəllimin olur, eləklərin bir iki dənə dostların olur. Vallahi deyirəm, əlin pis vaxtları idi də. Yəni qaqaş bilsən, ya işə məndə də olur. Ya bilsən 100 idmançıdan 10 nəfər dözür də. Ya işə qaçmalısan, ya iş məşqi seçməlisən ki, qabaq məqsədə görə. Amma bu insan getdi, özünə söz verdi, getdi, həm işlədi, oradan dedi ki, mən mövcü söküşüm. Noldan başladım, elə bir. Noldan, elə bir noldan. İşte valla gedirdim məşqə, sağ olsun dostum Yahya, mənə şərait qururdu. Gedirdim işə, kuryer işləyirdim, mənim belə utanmağım da yoxdur orada. Kuryer işləyirdim, gedirdim saat 11-də məşqə, 1-də gəldim işə, 9-a çıxırdım. 8-9-a belə işləyirdim. Onunla əlavə mən məşqi buraxmırdım. Valla yorulurdum, başladı ürək ağrıları, bədən ağrıyı. Çox da qruskadır, mən görməmişəm, birdən-birə 80 kilo olmuşdu, onunla boyum, 82 dənə. Bayıq gəlmişim. Gedirdim orada yarış işləyə məşq eləyə, pankration başladım. Tək oturub taksiyə. Özün vurub. Nə qədər libitska vuruşsan o qədər yaxşı. Libitska vurdum. Düşürdüm padvala, boks vuruşurdum. Karate getdim, koşinka, opşiyə birdən getdim orada tutdum. Grappling 84 güləşdim, 78-84 qara kəmərlə. Yaxınlara burada güləşmişdi Aygada. Getdim, onu uzdum, 2-yə çıxdım. Belə-belə bütün yarışlar vuruşurdum. Belə-belə, ondan sonra zəng gəldi ki, FC arbəsi var. Dedim, mən hazıram, başlayam. Belə-belə başladı əzdən. Bəs həmin vaxtlarda o psixoloji yorğunluq var, bədəndən var. Məsələn, fikirləşirdin ki, məsələn, kuryer işləyirsən. Deyirdin ki, məndə keçdi yəqin, ya da belə şeylər oldu. Mən bir ara düşdüm ki, mən idmandan uzaqlaşdım, sonra mən qayıda bilməyəcəm. Belə oldu məndə. Bütün idmançıların karyerasına baxıram, Charles Oliveira'dan tutmuş, Dağıstanlı var, bütün hamısına baxmışam. Onlar hamısı bu çətinlikdən keçib, stressdən keçib, stresslər olub, depressiyalar olub, hər bir şeydə baxıram, mən maraqlıdır, oxuyuram, baxıram, keçib bütün hamısına, işləyiblər, kuryer. Mən onlardan baxa-baxa, onlarda motivasiya alırdım ki, hamı qayıda bilər. Charles Oliveira hamısı deyir ki, invaliddir. Həkimlər bunu qoymurlar. İndi buna bağlı legenda çempion, udur çempion. Ona görə mən motivasiya aldım. Həm də orada hər stress var. Məsələn, deyir, pul lazımdır. Motivasiya olurdu. Pulum oldu, rahat məşq eləyə bilirdim. İşləyirdim, özümə nəsə eləyə bilirdim, vitaminimi ala bilərdim. Onunla belə insan bir sənədə gərək öz-özündə inkişaf eləsin. Durub gözləməsin ki, Abdullah mənə kömək eləyəcək. Özünü hərəkət eləməlisən. Allahdan, səndən hərəkət Allahdan bəlkə. Gərək özün sifət axtarda. Xabibin sözü, Xamzatın sözü var. Zabirayli, xleb mayo, eti mayo, zabirayli. Deyir, səni öndür, götürməlisən, gedməlisən. Hərəkət eləməlisən, nə qədər? Məsələn, özü hərəkət eləməsidir, gedmişdin, indiyəcə işləyirdi orada. Ata, idman qalacaqdır. Mənə yazırdılar ki, nə oldu? Bir də tələbim var idi, deyirdim belə, məsələn, ki, nə oldu elə? Bir dənə uduzdu, belə bir şey var. Mən indi o qədər döyüşçülər var ki, öz müəllimləri yanından çıxardır. Harada sərf edir, harada pul var, harada yaxşı mentorlar var, çıxıb gedir. Mən onu özümə yarışdırmaram. Mən ailədə elə şey görmüşəm, nə də dostlarımın arasında elə görmüşəm. Mən görmüşəm ki, mənim müəllimimsə, təməlim o vaxtda mənə kömək eləyibsə, pis günümdə, yaxşı günümdə ikimiz eyni bir yerdə olmuşsuqsa, axıracan da olacaq. Müəllim hardasa kimsə hardasa başa düşür ki, bəzi müəllimlər başa düşür, buraxmır, mənim də buraxmır. Hə, bizdə aşsa o var. Mən məsələn çox yaxşı müəllimi yaddan çıxardım. Ona görə mən 13 yaşımda pulum olub, pul verib, pulumu gəlib mənə kömək eləyib, məşq etməyi öyrədib, yanımda olub, başa düşdü, öz telefonu mənə bağışlayıb, əli gəlib bu telefonu işlə. Bir şey eləmə, bilirsin. Olsun, mən olsun. Amma belə şeylər olur. Mən məsələn mən o yaddan çıxarda bilmərəm məsələn. Bəziləri var da döyüşsə indi çoxdur. Amma müəllim yaxşıdır, gedirəm o müəllimin yanına. Hə, qaçırdılar. Gəlib umunda da olublar. Məsələn mən bilirəm. Məsələn bir dənə məsələn açıq babda deyəcəm. O vaxt sponsor vaxtı. Mənə demişdilər ki, qardaş, müəllimi Azərbaycan gətirib. Yüzəsən bizi ilənsən. Hə ya yox. Bunlar dəli söz necə ala. Amma qaldı ki, maşallah onlardan ha. Bu indi Azərbaycan 99% idmançılar düşürdü, 60-dı da müəllimi. İndi də var. Mən də dedim ki, qaqa, mən gördüm ki, bu nəsə ora vermir. Dedim, nə olur, heç nə müəllimi heç nə. Deyirəm, necə nə olacaq? Dedim, onsuz hamı bilir də, sən mənim yanımdasan. Biz necədir, qurban olum Allah'a, biz müəllim tələb ola bilərik, amma o mənim balaca qardaşımdır. Biz ailələ dostsuq, başa düşsən, açıq deyim, biz ailələ dostsuq. Dedim, onsuz hamı da bilir də, sən mənim yanımda olmasan da. Gör sən ora yox müəllim, mən dedim, onu məsələsini açıq yiyənmərəm. Mən düz kəlməmi demişəm orada, mən siz. Kəlməmi dedim, çıxdım. Dedim, qardaş, sən ondan sonra bu baxmadı, depressiya getdi. O döyüşümüz, o uduzduğumuz döyüşün bir məğlubiyyət var ha. O döyüşümüz 99-90% ona görə olub ha, məsəl üçün. Başa düşürsən mənim qardaşım. Həm çəki, hər şeydə başa düşürsən problem, oradan sən maaş, pul gəlməyəndə, bura sənə dəstək olmayanda problem var bu.
Məsələn, indi məsələn gəlir falan kəs qulağına deyir ki, mən sənə gəl köməklik gəzim gəməyinə, qaçır onun yanına, müəllimin atır, qaçır onun yanına. Təmiz insan, bax qardaşım, təmiz insan təmizdir. İdman bir gün var, sabah yoxdur. Amma sənin təmizliyin həmişə qalacaq. Axır əvvəli var da. Axır əvvəli var. Axır əvvəli var. Harasa yaxşı deyirlər, falan kəs yaxşı idmançıdır. Demək elə falan kəs yaxşı insan idi. Falan kəs falan şey demiş. Mən elə ad qoymaq istəyirəm ki, mənə deməsinlər ki, mən ancaq idmana görə tanısınlar. Mən hiss edirəm ki, mən kimsə idmana görə hörmət edir. Mənim yanımdadır. Əli udum, əlinin yanında ola, əlinlə düşək şəkildə kimsə. Mən onu hiss edirəm, bilirəm kim istəsindir, kimdir. Sünnüdür. Onun üçün mən istəmirəm mən idmana görə kimsə yanım. Mən özümə görə, öz insanlığıma görə. Vaxt var da, hələnin öz vaxtı var da. Məsələn, Conor bizim idmanımızı partlatdı. Yox, qardaş onda oldu da. Ümumi mən sənin özümüzdən söhbət edirəm. Gedirdi, nə verirdilər bizə qardaş? Bizim öz vaxtımız yox. Valla gedirdi, açıq edirəm, 200 dollar, 100 dollar pulsuz. O vaxt olub məndə Allah. İndi kala gəl la. Bilmə professional döyüş nə da verəcəklər? Allah'ın and olsun sənə deyirəm, o qədər biz pulsuz vuruşmuşuq. O əli nə qədər pulsuz vuruşuq. Allah'ın neçə döyüşlər var, Allah'ın and olsun pulsuz vuruşmuşuq. İndi gələn kimi belə nə qədər verəcəklər? Gələk vuruşasan görsədə söz. Bax, olub məsəl üçün, Qazaxstanda vuruşmuşam, məsəl üçün 200 dollar pul veriblər, 2011-dən söhbət edirəm. Amma orada Azərbaycan uşaqları sağ olsunlar, məsəl üçün dəstək olublar. Sonra bizim bu idman növü artdı bizən harada? Conor. Conor yaratdı qardaş. Ondan sonra pullar da, kanallar da başladı. Hər bir ölkədə, hər bir təşkilata kanallar artmağa. İndi kanallar da bizə nədir? Yəni açığı söyləyim, döyüşçüyə görə verirlər də. Reytinqə görə verirlər. Baxırlar sənin məsələn rekorduna, baxırlar sənin məsəl üçün. İndi çoxsu mənə deyir, niyə vuruşursan, gedirsən, uduzursan. Qardaş kim istəyir uduzsun? Hamı istəyir uduz. Mən qurban olmaq uduzuram, amma gedib 5-10 manatımı qazanıram da qardaş. Gedib belə pısmalsın, aləmə haram aparıram ki. Əziyyətimi çəkirəm. Vermirdi, Allah vermir. Verəcək də bir gün verəcək. Ona deyəsiz ki, hamı deyəsiz ki, almalı deyəsiz. Bu da xarici döyüşdə var. Bizdə belə deyir, insan huzuru hafifdir. Yoxdur. Sən də kommentdən də istərsən, oxuyanda istərsən negativ enerji alırsan. Bəli, enerji alırsan. Taciklər bir sənədə. Bax, elə paylaşma, elə bir udub bu. Elə paylaşırlar, elə bir udub. Bax da kommentinə 2000, 3000, 10000, 15000 like. Bizim idmançı o qədər like vermirlər, qardaş. Bax, amma vallahi bizi vuruşduğumuz vaxtı, mən söhbət edirəm, mən 2006-dan vuruşam. Amma gedirdik, Allah and olsun, Tacik udurdu, Qırğız udurdu, Özbəyi hamı udurduq da. Amma indi gəlin ki, onlar hardadılar? Gör onlar hardadılar? Qardaş, gör hardadılar indi onlar? Biz elə qalmışıq, bizdə seçsin bir 10 nə döyüşçümüz könələr qoyuqlar qıraqda. Mən Azərbaycandan danışıram ha. 10 milyon 10 nə döyüşçü var. 10 nə döyüşçümüz var. 10 nə döyüşçünün içində, mən açığı deyəcəm də, təmiz 3-4 nəfərdir də, bayaq məsələn şeyin adını çəkdim. Osmanlı və Əlidir, təmiz Azərbaycan edir. Amma o birlər də bizim fəxrimizdir ha, qardaşım. Allah'ın olsun, mən arışesi gələnmirəm. Amma təmizdən əlinin adı gələndə kimsə dili tutulur. Amma sən bunu uşaqlıqdan danışırsan, uşaqlıqdan tanıyırsan. Bu nə şübhəm var, gəməliyəm, nə şübhəm, nəyəm var? Əqidəsində düz, nə bilim, talibiyəsində düz, o ona bəssi. İdman deyə Allah təala verəcək, ya verməyəcək, onun qisməti yazıb, əlindən gələn eləyir. Döyüşlər, döyüşlər uduzmalıdır ki, döyüşdə biri uduzmalı, biri udur, biri uduzur. Burada problem yox. Döyüş nə var ki, uduzandan olur ki, sən ucu uduzmamısan, o döyüşə gəlir, aktogona deyirəm, keyçə girəndə sən uduzmamısan. Ora vallahi deyirəm, hər bir adam görə bilməz. Orada qıraqdan, mən adi dostumu paylaşmışam, elə-belə də boğuram, yıxıram. Hamı mənim sən edir, yazıqdır, niyə belə edir? Mən də bana deyirəm, sən istəyir, deyir, bizə adı gəlir, valla, udar vururam, adı gəlir, mənə adı gəlir. Həqiqətən mənə bu yaxınlarda yazdılar ki, bu niyə belə boğursun, yazıqdır, boğuldu, yazıqdır. Amma bizə adı gəlir, biz boğuldu, vurdu, biz vırırıq, bizə öyrəşir bədən. Bədən öyrəşir. İnsanlar onu bilmir. Yatsıqdır, məsələn, məndə o qədər olub, mən o vaxt uşaq vaxt, o deyəcək, məndə məsələsin o qədər olub, mən o vaxt xalam olub, mən uşaq vaxt o qədər yatsızır, amma indi deyirəm ki, bizdə o adi bir şeydir. Adi gəlir bizə. Mənim edim bir də video var idi, o bütün səhifələr paylaşdı. Orada pis şeylər də yazdılar. Məsələn, mənim edim, yəni bu bizim idmanımızdır da. Bütün səhifələr məsələn dedi ki, sağ ol bizi seni reklamdır, məsələn, Tiger Muay Thai, nə bilim, öz TikTokumda məsələn 2 milyona yaxındır, Instagramda 6 milyon yarımdır, öz Instagram başqa səhifələrdə
Düz orada, amma məsəl üçün orada başqa cür idi. Uşaqdır, bizim dostumuzdur. Məsələn, mənə bura çox atmaq istəyirdi, TikTokçu. Mən də orada davamı gətirmək istəyirdim. Mənim öz telefonumu 4 çəkən. Onun öz telefonu idi. Mən də o atdım, hələ belə atdım, baxdım, gördüm, belə inanmadım elə qeyb çıxar. Yəni bu bizə adi gəlir. Qardaş belə pısmasa mən əli tutub boğur. Məsələn, bizə bir şey var da. Mən çox vaxt əli də məsələn veririk, məsələn, mən verirəm məsələn boğazıma əli boğur dözürəm. Hə, amma bir nəfər gəlir, mən özüm neçə ildir bu idmançıyam. Küçə bir uşaq gəlir, məsələn zala. Verirsən ki, sənə boğsun. Verirsən ki, sənə biraz döysün. Də yumruq vursun. Gedib sən nə deyir? Kralı. Axşını boğdum. Allah. Deyirəm mən ninə evi yoxdur. Boğdum. Nə qardaşım burada nə var ki, açığı deyirəm. Nə olar ki? Getdin dedin qal sən nə verirlər ona? Açığı deyirəm. Mən məsəl üçün mən nəzət elmə kimsə mən insan qabağa gedir. Mən niyə bəs deyirsən toplantı məşqləri gedirəm. Orada məni üstünləyirlər, məni yıxırlar, məni vururlar. Mən üstünə məsələ zalda mən hamısını vursam mən nə oldu da amma yaxşı istəyirlər. Mən hazırlaşanda döyüşlərimi UFC döyüşlərinə hazırlayıram. Hər şey biz həftə 2 dəfə, ikinci gün, dördüncü gün döyüş olur. Mən hər dəfə özüm salım keçir, aktovan. Deyir mənə, mən vururam. Mən belə artıqdım. UFC döyüşlərinə vuruşam. Zarafat deyil, o filitdir, onunla qırışıram, o deyil mən. O şey istəyirlər. Hazırsan, hazır deyilsən, o vur günə, başa düşdün. Bir də onu soruşacaqdım elə, yaxşı yerinə gəldim. İdmançı öz urbini necə tanıyır? Müəllim demişkən. İdmançılar var ki, həqiqətən yarış vuruşunu kənarda qalır da. Amma məsələn sparringlərə qoşulur. Sparringdə məsələn sənin kimi idmançıya, akşinə məsələn biraz yumşaqlıq göstərirsiniz deyə, mənim ayağına girir, biraz saxır. O fikirləşir ki, məsələn akşin müəllim falan yerdə döyüşür. Məsələn 51 yerdə, mən o səviyyədəyəm. Birbaşa gedim bir yer. O məsələ yoxsa əslində necə tanımaq lazımdır ki, sənin urbinin nədir? Arada bax risk eləyib döyüşləri özü yoxlamalısan. Düz deyil, birdən bura risk eləyib mən heç sənəm yoxsa 1-0 gedim, 10-0 vuruşum yox. O zaman məşq eləməlisən, ağır. Gəlir rəqibdən qorxmayasan. Bizimkilər hamısı rəqib seçir. Gəlir rəqibdən qorx, arada risk eləyirsən, rəqibdən qorxursan. 99% seçirlər. Mən bilmirəm. Bu biz idmançıyıq. Bəlkə sən qardaşım bilmərsən. 99% bir Azərbaycanda seçirlər qardaş. Mən bir döyüşüm olmalıdır. İndi bir atment oldu. Mən vuru atmet oldu, olmadı da indi izədə alıb, nəsə problem var. Yox, pis proses dördü da mənə kimi dalbada ulduzmuşdu, onunla istəyirdim vuruşam. Çünki başqa yerdən təşriflər var. Alınmadı, deyirlər ki, söz verirlər, gəlin karta salacaqlar, inşallah yayda olacaq. İdmandır da, hazırlaşırdım, alınmadı da. Alınmadı, amma çoxsu seçir qardaşım. Elə eləyəsən, elə eləndə hörmətin olur. Mən tanıyıram, siz tanıyırsınız, kimlə vuruşmuşum. Amma 90 nəfər adam, faiz insan oturan baxan bilmirək kimlə bu vuruşub. Demirəm, çox adam başı çıxmır. Başı çıxmır, hə. Bir abi o idi, bu necə vurdu, zəif rəqiblər. Özü necə yoxlamasan, suala gəlir. Həm regular məşqlərdə olmalısan, səhər axşam. Güclü rəqiblərlə vuruşmalısan. Sən keyçə girəndə orada sənə yumşaldırmır. Ay, biraz yumşaq vururum, ay, orada olmur. O sertifikada mən niyə sertifikaya girəm hər məşqi? O mandraj istəyir. Mən ucu var, rahatam, çox rahatım. Mən ucu həzz alırım. Qabaq mandraj olurdu. İnsanlar mənə sual verir, sən bəs stresi, mandrajı nəyindən çıxarırsan? Qabaq mən nəfəs praktikaları var. Baskıda onda çoxdan vuruşuram. Girib oxuyordum ki, necə nəfəs praktikalarına eləyirdim ki, stres keçsin, fikir çoxdan vuruşuram. Amma ucu o qədər keyçə girəm, oktogona girəm ki, ucu istəyirəm, mən girəm, amma özüm qaçıram. Qabaq valla o vaxt Renzo'da məşq eləyəndə mandraj olurdu. Mən onda Amerikada məşq eləmirdim. Amerikadan sonra gəldim, keyçə gördüm, ucu hamısı setka vurur. Mənə salanda çəkdə ucu mandraj gəlirdi. İndi mən özüm döyüş kimi də bildin, birdən bir qraddan baxırlar. Orada heç şey eləmir ki, biraz yavaş vurun. Orada müəllimlər qraddan döyüş qraddan baxırlar. İndiki zamanə başqa cürdür. Məsələn bizdə Azərbaycanın nə qədər şey var, zallar var. 2007-ci ildə bizi apardı Gürcüstana, bizə qadağa idi də, yəni bizə olmazdı, bizə professional vuruşma, Libitski vaydı başqa cür idi. Bizi aparmayan ilk döyüşüm 20 yaşında olub, apardılar bizi komanda kimi Gürcüstana. Allah'ın düzü mənə saldırar setkaya, açığı deyirəm də. Setkaya saldırar, gördüm o arxada şaşaq qapı var, bir də özümü çöldüm, Allah'ın qapı. Bir də rəqib, bir də mən bir də stüdiyo, onda da tamaşaçılar setkaya qırağına yığışırdı hamı. Sallar yox idi də. Birinci döyüşüm orada olub. Çox çətin döyüş, o da orada müəllim idi. Mənim 20 yaşım, 17-28 yaşı var idi. İkinci raunda dözmədim. Mən onda əllərim açıq zəydiyim yox idi. Güləşirdim. Güləş mən onu bezdirdim, yerdə düz qoydum. Onda hər şey var, kəllə də var idi yerdə. Yəni ilk mən orada indi bizə nəzəm 50 idi. Bax setkaya girir. Sabah yarışı gələndə setkanı bizə hiss edir. Elə bir şey, hələ belə gəlirdi ona. Sən birdən gəlib setkaya girəndə necə mən getdim orada birinci dəfə setkaya girdim. Dedim o iki də elə bir ki şiri buraxıblar içəri, boğuşun getsin. Elə bir 3 dəfə etdi qaç burada zalda məşq eləməsin. Getdilər atdılar bizi şeyə, setkaya, vuruşun.
Və Allah'a and olsun. İstəsəm dedim, Allah bizi hara salırlar belə. Ay insan axtarır, danışır, televizor arxası, kamera arxası, gəlsin girsin bir. Gəlsin ya vuruşmasın, ne burası o babaya girsin. İnsanlar baxa o hiss eləsin o studiya keyki hiss eləsin. Bir evdə məsələn Əlinin uğurları orada maşallah çox oldu. Mən də orada məsələn 3 döyüş vurmuşam. Əlidə 2-də məndə 3 döyüş vurmuşam. Məndə də 3 döyüş olub. 3 döyüş olub. Birinci döyüşümü də uzmuşam. İkinci döyüşü Hüseynlə vuruşmuşam. Hüseyn namizəddir. Birincidə no contest olub. İkinci döyüşümdə Almaniyada oldu. Pis vuruşmadım. Belə açığı deyim, mən 3 round vuruşdum. 3-cü roundda prosta boğuldum. Həmin uşaq cavandır, 22-23 yaşı var. O Hüseyn namizəddir. Harasa düzgün hazırlaşmamışım, eləməmişim. Yəni niyə demək istəyirəm? Orada məsələn Azərbaycanda Birev bilsin nədir, hansı bir Hamzat orada o bir demək istəyirəm. Bax Hamzat orada elə bir ki vuruşmaq istirdi. Pandemiya vaxtları idi. Bir dənə UFC var idi. UFC keçirirdik pandemiyada. O Hamzat orada kəmərə vuruşmalı idi. Hamzata deyiblər ki, bəs həmin menecerdə bəs təşrif var, vuruşmalısan. Həmin vaxtı çıxdı da bir aya yoxsa 10 günə 2 ay döyüşdü. Onda orada bir evlə danışıq oldu ki, sən tək keçidə bilmirsən, biz gedirik UFC-yə. Bax kanala oradan çıxdı. Şans. Bir ev, məsələn bir ev bizə bəzi insanlar deyir ki, məsələn Əliyi biz tanımırdıq. Sən necə tanımırsan? Bütün sosiallar Əliyi paylaşırdı. Əli ilə birinci orada döyüşün odanda Hindistanlı. Bütün Əliyi, bütün səhifələr YouTube'da bax, neçə milyonlar, 8 milyon, 10 milyon, bütün hansı şeylə vuruşanda, onlar Hindistandan biraz də protektilər. Pakistan. Bütün Pakistan 50 paylaşırdı. Sən necə əlini tanımırdın? Adamı biraz bir dilini gəlirdi. Face-to-face'də problem var. Mənim abro reklam oldu. Reklam oldu. Bizdə sözün o vaxt məsələn yox idi. Sözün veriş yox. Əli məsələn bizimkilər paylaşmırdı, amma bütün dünya şeyləri Pakistana Əliyə hamısı paylaşırdı. Amma bizdə dedik ki, Əli kimdir? Biz Əli tanıyırıq. Əli kimdir? Əli bir evdə vuruşurdu. Yaxşı idmançılar oldu. Həmin uşaq 10-0 gedirdi də deyəsən. Vanilsdə həmin uşaq 10-0 gedirdi. Ondan sonra biri ilə vuruşacaq idi. İndi uşaq UFC-də vuruşdu. Sonra getdi BFL-ə, Ahmet oldu. UFC Rotda da vuruşub. Rotda da vuruşub. Sonra Əli verdilər Zamin Braziliyasıyla. Və o verdilər, yox Zamin ikinci döyüşü Zamin'də. İkinci döyüş mənə Zamin verdilər. Zamin Abu Bakr var idi, Almaniyada. Dağıstanlı Zamin döyüşlər qəs oldu. Məndə bir dəfə olub, var üstü olub, o da mən həqiqətən qorxdum. 15 gün sonra rəqibə yazmışdım, mən yazıb. Məsələn, rəqibə yazıb ki, yəni mən Kovadan mən bağışda çıxa bilməyəcəm. Yəni açığı da 15 gün əvvəl, o da bilsin. Tapdılar şeylədilər məsələn. Yaxşı uşaq idi o da. O da yaxşı. Əli məsələn o vaxtı 3-4 dənə uşaqla, güclü uşaqlarla vuruşub, belə pik vaxt şeydə, məsələn 3 dənə Brazilistli, 2 dənə Brazilistli, ən yaxşı uşaqlar. Bir də ki o şeydə, yox o nakalt elədini, birinci şeydə, İsveçdə. O çox o Əli paylaşdılar ki, Əli ona vuruşacaq. Mən bizim tanınmış idmançılarımız yazdı ki, biz onun zuborda olmuşuq. Məşqçi sən niyə o qoyursan? Dedim, babaş biz rəqib seçmirik. O tembol o deyir ki, mənim məqsədim var. Məqsədimə qədər doğru gedir. Mən güclərlə vuruşmalıyam. O uşaq da həqiqətən də çox güclü uşaq idi. Nakalt edici, əlləri, ayaqları. Heç kim inanmırdı. Oradan biz sən istəmirdik vuruşasın. Oradakı müəllimlərdə belə mənə tanımırdılar. Axıdan axıra belə şeydə stres yaradı. Oradakı müəllimlər güclü müəllim orada bizim zada da məşq eləmişdi. Sən özündə tərəddüd yox idi elə olmalı. Yox, mən 2 il özüm məşq eləmirdim. 1-2 il vuruşma, birinci qeyd onunla vuruş. Mən deyirəm ki, bəs tələsmə, birinci onunla gedib düşmədi. Mən tanımıram onu. Mən uşaqlar deyir ki, onunla vuruşdurmadı. Dedim, yox müəllim, mən vuruşacağam. Mən bilsən nə özüm? Əsas güvən özündə. Mən zamanlar həm bildim, çox əziyyət bildim ki, Allah təala bu əziyyəti mənə yerdə qoymaz. Həm o vaxt Moskvada şişə məşq elədim. Sonra oradan İsveçdə zalda qala 3 ay dayanmadan məşq elədim. Sparringlərimi gördüm ki, yaxşıyam, özümü yaxşı edirəm. 3 ay. Ora gedəndə biraz şeydim, hamıya başlayırdım hala. Bir aya öyrəşdim o məşq prosesini, o səhər, axşam, gün orta bütün məşq proseslərini öyrəşdim. Ondan mən hazıram da, mənə menecer də inandı. Həm də bilsən uduzmaqdan qorxmuram bura. Niyə? Uduzmaq da mənimdir, udmaq da mənimdir. Niyə görə? 10 gün, keçən də podcast edəcəm. 10 gündən sonra yaddan çıxacağam. Əli udubsa, Əli lideri Əli udub. Sonra təzə döyüşçülər çıxacaq. Təzə hamısı
xəbərlər çıxacaq. Onun üçün mən istəmirəm Allah eləməsin. Məsəl üçün gələcəkdə uduza bilərəm də məsəl üçün. İstəmirəm indi bundan sonra inşallah ki udacam. Amma mən yenə də pis olmayacam. Kiməsə görə motivasiyam düşməyəcək. Amma mən indi bu uzman da mən ondan nəsə dərs götürürəm. Bizimkilə bəs sıxışdırmır da özlərini. Amma burada görürsə müəllimə deyirəm, amma bu uşağın niyə uşaq? Özdən ayda bu proqram ordası deyəcəklər, filan kəs uduzub. Amma mən vecimə deyirəm, filan kəs mənim dalımda danışırsa, mənim vecim başqasına da deyəcək. Udanda deyəcək, amma mənim dostumdur. Tofiq necə hamısı deyir ki, Tofiq Azərbaycanda uzun, amma bilmirlər Tofiqdə necə hazırlaşıb, necə olur. Amma udandan sonra deyirlər, özü də deyir də, orada ki, mənə pissən adam hamı mənə paylaşır. Bax, bu həyatda da belə şeyləri görməlisən. Mənə məsələn yazmırlar ki, qocalmısan bıraq, sən bəs karyeri qutarmışdın. Mən heç açığı istəyim, əvvəl biraz psixolog təhsilini, mən heç maraqlıdır. Açıq edəm. Çünki mən gedirəm 5-10 mal pulumu qazanıram. Halal pulumu qazanıram. Gedib oğru eləmirəm ki, aləmi dolanmıram ki, özü qaçmıram. Qazanıram, nə qaqaş. Mən gedib şeyə çıxası deyirəm ki, hazırdan çoxdan özləri yazırlar, vuruşmaq istəyirsən, deyirəm okey, nə qədər versən, falan qədər. Mən qanuni gedib vuruşuram da azdan çoxdan qardaş. 5-10 mal pulumu qazanıram. Kiməsə bir şey pislik eləmirəm, kimisə qoysun qazmıram ki. Həm menecer kimi də məsələn işləmək də açığı səhədim istəmirəm. Gələcəkdə nə ola bilər? Yəni müəllim məşqçi kimi işləyirəm də. Yaxşı tələbələrim var idi. Məsələn, indi Kamrandır, çox yaxşı güclü idmançılarım var idi. Niyə görə? Bax, gəlib çatırlar pik vaxtda. Yenə deyirəm də, məsələn, ya işləməlisən, ya idman iş eləməlisən. Biraz, məsələn, bizim Kamranımız var, Qəmbərov. İndi o da hazır Moskvada. Həm işləyib bir dəqiqə, əldən sonra biraz çox... O qazimizdir. Çox güclü idmançıdır. 1-0 gedir. Çox güclü idmançıdır. Allah'a and olsun, ayaq, əl, saat kimi işləyir. Prosta qazi oldu. O şeydə vuruşacaq idi, Özbəkistanda. İkinci güclü böyük şeydə yarışı idi həmin vaxtı. Prosta bizdə biraz müharibə oldu. Yəni o apardılar. Orada qazi oldu, gəldi. Ondan sonra Lübitskilə vuruşdu. Sonra qədər biraz problem oldu. İndi yenə əliyə baxıb biraz motivasiya alır. Deyir ki, qaydıram. Kesinliklə eləməyə getdi. Grepini qutdu. Şimdi Moskvada grepini qutdu. Yaxşı uşağı qutdu. Sonra da təzəcə MMA var, Lübitski. Yaxşı uşağı qutdu o da. Yəni hələ bir qazi olur. İşləyə. Maraqlı ki, fərqləndirən nədir? Yəni siz talantı inanırsınız, yoxsa çalışmaq? Talant da var. Talant da önəm oynayır. Amma talant hardasa olmur. Deyirlər disiplina, motivasiya. Motivasiya hardasa öləcək. Disiplina hər zaman disiplinadır. Və disiplina olsa. Məsələn, sən 13 yaşında başlayanda, sənin fikrində nə var idi ki, məsələn, ki, mən tapım, gedim yanına, sən hara kimi getmək istəyirdin? Yəni, buraları görürdün, yoxsa? Mən belə başladım, qardaşım başladı, dostum başladı. Necə olur? Həmişə necə bir kimsə gedir, biri oraya gedir, idmana gedir, uşaqlar biri oraya idmana gedir, bu idmana gedir. Mən də elə idmana başladım, belə yavaş. Məni evdə buraxmırdılar. Belə ya, bir dənə yarışa çıxıb, belə xahiş, bir dənə yarışa çıxıb, uda. Dostluq var, deyil, saata udacaqsan. Biz orada vuruşuyor Lübitski, Allah'a and olsun, çox vuruşuyor. Bax, 18 yaşı var idi, çıxırdı 21 kişilərlə vuruşurdu. Müəllim mənə sağladı. Bu yəni problem yoxdur, amma opt yıxırdı da onu. Biz də yəni 27-28 yaşlı məsələn uşaqlar var, qəşəng güləşli grepini. Gəlib onlar sağlı trigonik. O Lübitski var, mən qavalda çox edim. Çox güləşli. Trigonik əli idi. Uşaq idim, səhərsə çıxmışam, vardı üzə ol. Yalçın vardı, sağ ol. Yaxşı uşaq. Elə onunla güləşdim, uşaq idim. Mən müəllim mənə salırdı. Buraxırdım, dedim ki, nə verəcək qardaş orada, uduz, amma opt yığırsan da, təcrübə yığırsan mənim qardaşım. Həm öz yaşında çıxırdım, həm Zros. Zros çıxırdı, işdən çıxırdı. Elə oldu, udurdu da, çıxırdı. Zros çıxırdım, hamısı otdaşırdım, tapada vuruşurdu. Siz məsələn müəllimsiniz də, müəllim gözündən baxanda, indi məsələn əli gələndə sadəcə 13 yaşında uşaq idi, əli deyildi ki. Siz necə hiss elədiniz ki, nəsə bunda baş verir? Əli məsələsini əvvəl gələndə bir sənəcə o qardaşa da gətirib. Məsələn, indi o Əli o vaxt məşq edən uşaqlar indi heç kim yoxdur, açıq dedim. Amma atıq dedim, bu məqsədi var idi, tamam da. Bu deyir ki, Kimrum var da, məsələn, fanatı Xəbib deyir ki, mən Xəbiblə, mən o kimi olmaq istəyirəm. O kimi olmasam, bir məqsəd var, başa istəyən necə. Məqsəd doğru gedmək istəyənsə, Allahda gecəsi var, gec də olsa verəcək. Harada olur? Harada hiss edirsiniz ki, məsələn, bu uşaqda qabda yoxdur. Mən sənə deyim də, qardaş, bu pandemiya oldu. Pandemiya can yaxşı idi hər şey. Bu pandemiya da olandan sonra uşaqlar var, indi bir sənəcə də pamuk kimidir. Əli gil vaxtı, Əli məsələn döyüşürdü, məsələn döyülsə də, yıxılsa da, qalxırdı, vuruşmaq istəyirdi. Məsələn, Əlin xüsusiyyəti bilsən, məndə harada xoşum gəlirdi. Gəlirdi, məsələn, para vaxtı özündən güclülər, özündən böyükləri götürdü olana. Çünki
bəkmə artmaq istəyir. Cəmil bizə nə qədər aşırır? Cəmil var, Cəmil. İbrahim var. İş pilotu Azərbaycanın vuruşan uşaqlar. Gəlirdi, gəlirdi, qoyurdu, vurur. Bizə nə? Yəni sən məqsədin varsa, sən güclərlə vuruşmalısan, mənim qardaşım. Amma məsələn bizə də vardı, məsələn Osmanlı var. Amma məsələn həmişə mən o vaxt biz Renzoda məşq edəndə həmişə gəlib mənə götürürdü. Dedi ki, müəllim birinci, ikinci parası artmaq fikirləşsə başı artmaq istəyir. Əli bizə inkişaf eləmək istəyir, bədəni inkişaf etmək istəyir. Məqsədi var idi bu. Və getdi məsələn Taylandda orada gördü. Onun neçə tutdu müəllim Trautu çoxsu bilmirəm. Mən orada 30 ölkədən oranın şeyi utdu. 2021-də orada şey keçirdi, elə bir ki, özü danışsınlar. 30 ölkədən 10 Əli seçdilər orada. Orada Arman Tarıkyan oldu, çox döyüşçülər necə də olub ki, orada yarış 2018-də Arman oldu oranı. Petryan oradan çıxıb. Petryan hamısı oradan çıxıb. Yəni o şey onlara Farsiyev də bizə məşq keçirdik. Orada elə bir həftə ərzində Lagerdə bizim dilən Lager var. Sən yoxlayırlar, sən görün dedim. Məndə YouTube-da var video. Sən yoxlayırlar necə döyüşsən. Lap ayla vururlar başla. Bütün ölkənin elə oturdum, ciyərim dağıldı. O da çox çətin. O şey bir həftə orada elə bir ki, bütün ölkənin idmançılarını yığırlar bir yerə. Məşq keçirlər. Məşqçidə bir də olmur. 10 də, 15 də, 20 də məşqçi olur üstündə. Para vurursan 5 də məşqçi olur burada. Buradan səni vurur, oradan da dağın, başa lafa dəydi. Sayət vardı, o da düşdü meyilirdə olan. Yəni bu onu orada keçdi. Bu onu orada keçdi burada. O 30 dönüşdə onu qaçma verirlər. 10 dönüşdə mən elə birinci orada oldum elə. Oradan unutdum. Yəni çox çətin həqiqətən bizən bu yaşda mən şəxsən özümdən bu yaşda olanda bizi çox belə şey idi də. Yəni çətindir. Amma inşallah ki bizim doğma vətənimizə keçir. Bu gənclər üçün çox yaxşıdır. Amma indiki gənclərə baxırsan biraz şeydir. Yumşaqlar, çox yumşaqlar. Allah haqqı para verirsən, səhəri görə məşqə gəlmirlər, qardaş. Əzilmişsən, nə bilim, nə bilim, qaçır para versən qaçır. Amma bunlar qaçmır da, qardaş. Qutardı, neçə qutardı? 5 ya, 10 can qutardı, yenə vuruşma. Nə müəllimə də oradakı məşqlər 6-7 round, 8 round. O məşqi burada versin, vabşi gəlməyəcəklər, qardaş. Şahan görə şeylər, yox, 6 round çıxdı getdi evə. Biz 800 ay olur. Uşağa deyirsən, deyirəm, məclisporumuz var da, 4-11-lərlə həmən Fərid müəllimlə məşq keçir. Orada məsələn, uşağa deyir ki, məşqə niyə gecikən, məşqə niyə gəlmirsən? Deyir, uzaqdan gəlir. Deyirəm, hardan? Deyir, məsələn, falan, deyirəm, mən 2006-da Allahın and olsun, Rusiyadan gəldim. Mən Bakıya Salyandan gedib gəlirdim. Bax, Allahın and olsun. Hər gün gedib gəlirdim bu spor. Hər gün. Bax, Allah'a and olsun, hər gün gedib gəlirdim, səhər məşqimə gəlirdim, günorta bulvarda gəzirdim, skamerkada otururdum, Respublikanı otdum, sonra Azad müəllim, Federasiyanın prezidenti, yığdı komandı, kim Respublikada, apardım, iş profesional doğuşum, şeydə oldu. Gürcüstanda. Yəni nə edim, məsələn, Allah'tan əziyyətimi qoymadı, hər gün gedib gəldim, amma yəni bu çoxsa deyir, yox, müəllim olanmaz, deyirəm, bunlar hamısı o vaxt danışırdım bunlara, deyirəm, amma mən rayına gedib gəlirdim. O vaxtda şərait yox idi də bizdə, qardaş, Allah haqqı tutulqan. Rayonda biz, o vaxt şərait yox idi, Allah'a and olsun. Güləşən vaxtlar, məsəl üçün, pollar, brasok vururduq, girirdi polun içine, sınırdı. Suyumuz yoxdur, pulqa doldururduq, çıxıb yaxalanırdı. Amma indi şərait hər şey var, setka var, gör nə qədər zal var. Məsələn, mən o vaxt 2013-də mən Amayda iş məşqimi orada başladım, mənim amma nə qədər uşaq gəlirdi, 100 yaxın uşaq var idi, 80 yaxın, çünki müəllim az idi. İndi valideynlər də bilmir, müəllimdə yaxşı müəllimlərin bilmirlər, qardaş, bilmirlər, TikTokda seçirlər. Bilmirlər, müəllimlərin qədrini bilmirlər, qardaş, bir yer gedib döyüş vuruşur, belə məşqçini eləməz, niyə eləmir, harada vuruşur? Amma o lazımdır, buna lazımdır, harada vuruşmaq, başa düşsən necə? 5-10 mal qazanmaq üçün məşqçi edim, o da göndərir, onlarda 30 mal. İstədiyim elə alanlarla özümü sırf məşqçimsən, istəmərəm. Valla mən o vaxt Ruslan müəllim bir yerdə məşq etməyə, dişkən məşq etdim, müəllim, yox müəllim, mən məşq etməyə, mən hala işləmirdim də, yəni, yox, keç sən də adım, Allah mən keçə bilmərəm, Allah'ın da olsun deyirəm, keçə bilmərəm dedim. Dedi, yox, keç, yavaş-yavaş öyrənəcək, yavaş-yavaş, elə, abi nə qırım, 2015-16 alıb sən elə, axın bizə necədir? Allah, özü Amay, yəni Xətay metrosu, bunlar hardan gəlirdilər? Bir stadionumuz vardı. Bir saat yolları vardı, oradan gəlmişlər. Həvəs var idi. Biri var ki, yersən sala, sabıqsın istəmirsən sala gelmək. Mən deyirsən, həvəsim yoxdur, gezmək. Bura üstə həvəsim var idi, gəlirdi məşqdir, motivasiya var ki, məşqə gedmək. Bir dənə məşqə vaxt gəlsəydi, gedərdi. Belə sıxırdı məşq. Nəyə görə məncə birbaşa kartda döyüşməlisən? Çünki onsuz da yetəri qədər karyera inkişaf elətdirmirsən, maşallah olsun, inşallah davamlı olar. Çünki medianı ora yığmaq, yəni verisi biznesdir də, yəni orada əsas odur ki, pul qazansın.
Məsələn, Tofiq Musayevə verdilər o şansı. Nəyə görə? Publikaya görə də. Bəli. İndi bildiyimiz qədərilə Rafael Fiziyev dəqiqliklə döyüşəcək. Nazim Sadıq. Nazimlə döyüş verirlər. O belə özü müraciət elədi. Son 3-4 gün ərzində ki, yəni mənə döyüş verin, verdilər. Belə deyim, Abdullah qardaş, bu UFC tam başqa leveldir. Bunlara fərq eləmir bu xoşdur. Kütlə yığılır. Bunlar məqsədli kontrakt var, keçməlidir, qəlb keçilir. Bunların çox başqa leveldir ki, bunların nəsə reklamı olsun, reklama ehtiyac yoxdur. UFC hamı bilir. Ona görə çox level başqadır. Ora düşmək də çox çətindir. Gör nə qədər döyüşçü var ki, ora istəyir. Nəinki Azərbaycanlı, dünyanın hər bir yerindən çətindir. Amma bizə niyə şansdır? İndi Bakıdadır. Şans var, Azərbaycanlı verə bilər, şans var. Tofiqin şansı oldu, düşdü burada, gördü Azərbaycanlı oldu, düşdü. İndi bəzi döyüşçülər də var ki, şansı olacaq düşmək. Mənim indi hamısı danışıqlar gedir. İndi ümid var. Demirəm ki, qəbul edirlər, amma atıblar, məlumatlar hamısı bilir. Qismət olsa vuruşacam, amma mən həvəsdən düşünürüm, burada alınmadır. Ya məni seçmədilər, filan kəsi seçdilər Azərbaycandan, məndə alınmadı. Hər bir özü var, məndə paxıllığı yoxdur. O döyüşdürsə, o qisməti varsa, o bəyənirsə, bəyənirlər. Mən məqsəd qoyuram, mən ora vuruşacam. Qoymuşam, inşallah ki, Allah can sağlığı, əsas can sağlığıdır. Əsas can sağlığı, mən orada vuruşacam. O, məsəl üçün mənə deyirlər ki, sən formada qal. İndi bütün vizalar işlərimi görürəm, viza işlərim olandan sonra short noise-də girəm. Short noise-də zamendir. Hər zaman mənə zamendə sala bilərlər. O rekord mənə pazvalət eləyir, yaşım pazvalət eləyir, döyüş stilim pazvalət eləyir, UFC ki, stoyka vuruşa strikerəm. Ona görə short noise-də girə bilərəm UFC-yə, Dynamite Condensed-də girə bilərəm. İndi hal-hazırda planım, gözləyirəm döyüş bunu. Alınmasa, ya Dynamite Condensed gözləyəcəm, ya da bir dənə də döyüş döyüşəcəm. Bir dənə təşkilatda yaxşı döyüş döyüşəcəm, 11 eləyəcəm. Ucu lap hazır gözləyəcəm ki, sonra vaxtı ki, mənim məqsədim orada UFC-də kontra bir 6 ildə vuruşmaq istəyirəm, 35-36 yaş atanda vuruşmaq istəyirəm, ondan sonra UFC bəzən yəni bu etapları keçirtmir də bəzi döyüşçülərə. Buna örnək olaraq məsələn Qazaxstanlı Behzad Almaxanı daha doğrusu nəzərdə çatdıra bilərəm. O məsələn birbaşa girmişdi kartada. Ondan qabaqda Octagon liqada öz ölkəsində döyüşmüşdü. Qıraqda döyüşməmişdi. Mən o döyüşçü haqqında məlumatınız varsa. O döyüşçü haqqında mən deyim, Əlinin o vaxtı 17 idi. 17-18 yaşı var idi bu həmin döyüşçünə. Azad müəllim Federasiyanın prezidenti dedi bir yarış var Qazaxstanda. Günə 2 dəfə döyüş nəsə belə, o vaxtda elə idi də, günə 2 dəfə döyüş idi bizim vaxtlar. Əli də onun Atran şəhərində. Getdik oraya, birinci döyüşü həmin o rəqiblə verdilər əlini. YouTube-da da bağladı, yadva eləməli. Mən sizə baxım döyüşdən. YouTube-da bağlı, məndə var ataram inşallah baxarsan. Əli onu deməli birinci raundu, onun həqiqətən əlləri qəşəngdir. Namıdan öyle deməli. 52 döyüşdə stoykadan şeydi. Sonra məqsədimiz o ikinci raund dedim ki, onu ancaq yıxıb yerdə döymək. Bina yaxşı burası var. Bir də qəşəng burası atdı. Yerdə əli onu Allahın dostu necə döyür? Döydüyü yerdə yəni yox olur. Gəlib studiya onu ayırır. Var YouTube-da. YouTube-da var o döyüş. Yaxşı idmançıdır. Mən Zubarda Taylandda onunla bir yerdə olmuşam. Güləşmişəm onunla. Amma əli yəni vaxt olub onu orada odu düz əliyə verməyiblər. O şeydə yoxdur. Topolojiyada hətta yoxdur. Yəni şərdəka yazılmır. Yəni o həmin günə 2 dəfə döyüş idi orada. Çıxandan sonra da deyib ki, mənə belə ələk döyün olmamışdı. Mənə belə döyün olmamışdı. Sıfat yox idi də onda da. Bildiyin sıfat yox idi də. Güclü çaldı. Çox güclü çaldı. İndi dostluq edirik bir yerdə. Orada hətta Taylandda olmuşum bir yerdə. Döyüşdə, mən döyüşdə düşmənçilim yox. Bu axırıncı döyüşdüyündə döyüşdü. Azad Baksumla vuruşub, o da Qazaxda. O onun rəqibi düşüb UFC-yə. Azad onudu. Bu rəqibi. Bu Brazil itfaiqdə axırıncı əli utdu. Azad onulu düşüb. Budur oradan UFC-yə düşüb. Yəni şanslar çoxdur. İnşallah. Müsbətdir ki. Bəli. Burada deyən də deyirəm, yaxşılar gedir. Heç o həvəsdən düşmürəm. Başqası düşər, elə mən düşmürəm. Mən o heç o məni maraqlandırır burada. Heç o ki, məndə alınmadı, burada düşər. Ona görə mən hər zaman öz vaxtım var. Gözləyəcəm, yenə paxet edəcəm, yenə məşqlərimdə olacağam, həmişə kişim. Yenə gözləyəcəm ki, məqsəd orada az qalıb. 2026-da, 2027-də məqsəd olmuşam ki, düşməliyəm. 27 yaşım var, bu təzəlik olub, artıq olub. O vaxtda da düşəcəm. Özü Nazim Sadıqov 28 yaşında Dynamite Condensed. Hamı çətinliklə bir dənə hər bir yolu var. Oradan düşüb. Gözləməlidir ki, Nazim arada bu Fury-də vuruşur. Nazim gözləməsi ki, vuruşar. Amerikadaydı, şansı oldu, vuruşdu. Yaxşı döyüşçü. Dynamite Condensed knockout elədi, qəbul edilər. Şəxsən mən fikirləşirəm ki, biznes cəhətdən hər şey hazırdır ki, sən il sonuna qədər UFC-də olacaqsan. İnşallah Allahın izniyle.
Amma maraqlıdır ki, məsələn, məqsədin UFC girməkdir, yoxsa orada çempionluq zirvəsində özünü görə bilirsən? Bilirsən, məqsəd mən qabaq UFC-də olmaq idi ki, UFC düşür. İndi amma məqsəd olaraq UFC-nin çempion olmaq istəyirəm. Sənin çəkin 65-dir də. 66-da, 66. 66-da çempion hal-hazırda Volkanovskidir. İndi səncə Movsar onun əlindən alsa və hara kimi davam eləsə, sən gəlir onun əlindən. Məfsar o vaxtda mən oju məfsar qalmaz. Oju 2 ilə mən 2 ilə bəlkə vuruşaram, 3 ilə vuruşaram. UFC bizən ki, çətindir o. Kəmər döyüşə gəlməyəcək, gör nə qədər vaxt gəlir. Həm də belə deyim, UFC düşmək çətindir, qalmaq ondan da çətindir. Həqiqətən elədir, qalmaq ondan da çətindir. O qədər idmançılar çıxardılar indi. Qalmaq ondan da. UFC ilə belə deyil. UFC gərək məşqdə bizə fokus eləyəsən də, heç bir boşluq yaratmayasan. Hər şeylə. Hər bir şeyin olmalıdır, düzgün olmalıdır. Ya tutacaq bir sən elədi, rəqibdən heç vaxt qorxmayacaq, məfsardır, odur. Düzdür, məndən optudur, məndən güclü döyüşçüdür, yaxşı döyüşçüdür. Amma mən heç vaxt qorxmayacaq, onun da əli var, onun da ayağı var. Uduzmayan döyüşçü yoxdur, məsəl üçün. Harca karyerasını bağlaya bilərək, amma bilir ki, harca uduzacaq, ona görə bağlıdır. Ona görə onun da əli var. Hər bir rəqibə hazırlaşıb udmaq olar. Udmaq onun rəqib ki, yoxdur ki, mən onu uda bilmərəm. Düzgün hazırlaşsan, düzgün sənin plan olsa, düzgün game planı olsa, düzgün çəkib mərasimi olsa, hər şey olsa, udmaq boysun da bilər. İnşallah onda çox yaxın gələcəkdə sənə UFC uğurlar haqqında da danışarıq. İnşallah, Allah nəsib etsin. Elə son sözlərinizi də alıb istəyirəm bitirəm. Son sözümüz olsun. İdmançılara, xalqımıza nə deyə bilərsiniz? Qardaş, çox sağ olun. Allah razı olsun sizdən dəvət edəcəyə görə. İnşallah bu səfərimin birincidir də, uğurlu olsun. İnşallah davamı olsun. Çox sağ olun ki, gənc idmançıların işıqlandırırsınız. Belə bir şeylər nə qədər çox olsa, o qədər yaxşı olar. Allah sizdən razı olsun, qardaş. Mən də müəllimin sözlərinə qatılıram. Xeyirli olsun, çox sağ ol, dəvət elədiniz. İnşallah ki, bundan da yaxşı olacaq. Gərək yenə də idman kimi bundan həvəsdən düşməsən, get-gedə parlaqlarda, get-gedə çoxlu podkastlar olsun. Allah razı olsun. İnşallah. Sağ ol.